Berdavet İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu başladı. Əziz və hörmətli televiziya tamaşaçıları, çıxış yolunun daimi izləyiciləri, xoş gördük sizin hər birinizi, mənim əzizlərim. Ümid edirəm ki, əhval-ruhiyyəniz xoşdur, yaxşıdır. Bugün maraqlı bir proqramla sizin qarşınızdayıq, evlərinizə qonaq gəldik. Dəyərli qonaqlarımız var, ekspertlərimiz var, daimi bizim ekspertlərimiz var. Gəlin sizinlə bərabər onların hər birini salamlayaq. Bizim çox hörmətli professorumuz İradə xanım bugün bizimlə bərabərdir. Bilirsiniz ki, mən İradə xanımı sonsuz sevirəm əziz tamaşaçılarımız. Niyə sevirəm? Sevgimi sizə də açıqlayayım. Dəfələrlə bunu demişəm. Çünki İradə xanım 30 il boyunca bizim torpaqlarımız işğal altında olduğu dövrlərdə Azərbaycan həqiqətlərini bütün dünyaya yaymaq üçün o saçlarını ağartdı, amma cilt-cilt kitablar yazdı və o kitabları dünyanın bir çox dillərinə tərcümə etdirdi. Necəsiz əzizim? Mən də darıxmışdım sizlər üçün, bilirsiniz, biraz işlərimiz kitab üzərində işləyirəm, işlərim çox olur. Amma yenə vaxt olduqca mən istəyirəm sizin yanınızda olam, Allah sizi var eləsin. Və mən də bir şey tamaşaçılara anlatmaq istəyirəm ki, bu Qarabağla bağlı kitablarına çıxan zaman onun belə də oxuculara tanıtılmasında, siz izləyicilər tanıtılmasında Nuranə Gülənin rolu olub. Deyin, çıxış yolunun rolu. Çıxış yolu, bəli, çıxış yolu və Nuranə Gülənin. Nə gözəl, nə gözəl. Yaxşı işlərə vəsil olaq mənim əzizlərim. Və bizim digər İradə xanımımız, bugün 2 İradə xanımımız var proqramımızda. İradə xanım da bizim dəyərli ekspertimizdir, ziyalımızdır, qeyri-hökumət təşkilatının rəhbəridir və ekologiya ilə bağlı, təbiətimizlə bağlı ən gözəl Azərbaycanımızda tədbirlərə imza atan bir xanımdır. Xoş gəlmişsiniz. Bugün mənim əzizlərim, Ramidə xanım bizim qonağımızdır. Ramidə xanım bilirsiniz ki, Orbita, belə deyim, autizmli, xüsusi qayğıya ehtiyacı olan uşaqların birgə yaşadığı, özü də 24 saat boyunca yaşadığı bir evin, bir yurdun rəhbəridir, dəyərli psixoloqumuzdur. Xoş gəlmişsiniz proqramımıza. Çox sağ olun, hər vaxtınız xeyir. Hər bir eksperti salamlayıram, izləyicilərimizi salamlayıram. Çoxdan idi efirdə yox idim. Təşəkkür edirəm dəvətinizə görə. Düşünürəm ki, çıxış yolu hər bir insanın qəlbində, beynində elə çıxış axtaracaq bir verilişdir. Uğurlar arzulayıram sizə. Təşəkkür edirəm. Bizim daimi ekspertlərimizdən olan psixoloqumuz İlhamə xanım bugün bizimlə bərabərdir. Gözəl-gözəl tövsiyələri ilə bizi də sizi də sevindirəcək. Xoş gəlmişsiniz. Nuranə xanım, xoş gördük. Xoş günlərinizə gələk. Doğrudan da sizə təşəkkür edirəm mən də ki, bu 2 saat ərzində bir çox sahələrdən olan mütəxəssisləri pulsuz olaraq insanların evinə, konsultasiyaya dəvət edirsiniz. Təşəkkür edirəm. Şəlalə xanım bugün bizimlədir, əziz tamaşaçılarımız. Şəlalə xanım Rusiyada yaşayır. Bilirsiniz ki, dünyanın bir çox ölkələrində yaşayan bizim soydaşlarımız, eyni zamanda bir çoxları da bizim daimi ekspertlərimizdəndir. Şəlalə xanım da həmçinin dəyərli ziyalımızdır. Xoş gördük, xoş gəlmişsiniz. Çox sağ olun, Allah razı olsun. Dəvətiniz üçün çox minnətdaram. Biz də burada yaşamamızdan asılı olmayaraq, başqa dövlətdə yaşasaq da belə, öz dövlətimizin, yəni millətinə, insanlarımızın, yəni hər birinə kömək eləmək bizim borcumuzdur, əsirgəmirik. Yəni əlimizdən gələn kömək eləyirik. Çox sağ olun dəvətiniz üçün. Hər dəfə məni yaddan çıxartmırsınız, dəvət edirsiniz. Çox sağ olun. Bir daha xoş gəlmişsiniz. Və bugün proqramımızda Berdavet Mərkəzinin rəhbəri, təsisçisi və artıq 20 ildən artıqdır ki, bütün dünyada məşhur olan bu mərkəzi rəhbərlik edən Yosifa Eyxer proqramımızın qonağıdır. Yosifa xanım xeyli müddətdir Azərbaycandadır və hər dəfə bizim verilişimizə gələndə xüsusi qayğıya ehtiyacı olan uşaqlar haqqında müzakirələrimizi aparırıq. Təbii ki, bugün verilişimizdə elə Ramidə xanım olsun, İlhamə xanım olsun, digər xanımlar da hər birimizin mövzumuz bu olacaq. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla necə davranaq? Davranışımızı necə edək? Biz
çox vaxt çalışırıq ki, o uşaqları düzəldək, o uşaqların davranışını düzəldək. Heç fikirləşmirik ki, bəlkə biz onlara uyğun öz davranışımızı dəyişib düzəltməliyik. Elə deyilmi əziz tamaşaçılarımız? Bəlkə biz biraz da özümüzü onlara uyğunlaşdıraq. Niyə biz həmişə çalışırıq ki, onları bizə uyğunlaşdıraq? Bax, bu barədə müzakirələrimiz gedəcək. Qaynar xəttimiz sizin ixtiyarınızdadır. Yaza bilərsiniz, canlı efirimizə qoşula bilərsiniz, zəng edə bilərsiniz. Dəyərli bizim ekspertlərimiz, mütəxəssislərimiz sizin suallarınızı cavablandıracaqlar. 012 ilə yığa bilərsiniz. 562 21 23 və 055 352 13 02 nömrəmiz sizin ixtiyarınızdadır. Reklamlardan sonra davam edəcəyik. Birdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Birdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Əziz tamaşaçılarımız, verilişimizin baş sponsoru olan Birdavid Mərkəzinin haqqında sizə məlumat vermək istəyirəm. Elə Yosifə xanım da bugün bizim proqramımızdadır, o da bu haqda danışacaq. Övladınızda olan bir neçə əlaməti sadalayıram. Əgər bu əlamətlərdən hər hansı birini isə hiss edirsinizsə, məsələn, uşağın sizinlə gözünün təması yoxdur, göz kontaktı yoxdur. Nə qədər çalışırsınız, uşaq sizin gözünüzə baxsın, uşaq sizin gözünüzə baxmır. Məsələn, uşaq hansısa bir otaqda oynayır, oyuncaqları ilə oynayır. Siz o otağa daxil olursunuz, uşaq sizin otağa girişinizi hiss etmir. Sanki siz onun yanına gəlmədiniz. Sanki sizi görmədi. Baxın, uşaq demək ki, öz aləmindədir. Məsələn, evin o baş bu başına qaçır. Adətən uşaqlar evdə qaçırlar, oynayır da uşaqlar. Amma biri var ki, uşaq məntiqli oynayır. Məsələn, topun ardıyca qaçır, maşın gedirsə maşının ardıyca qaçır. Biri də var ki, məntiqsiz olaraq o yan bu yana uşaq nə qədər qaçar. Yəni, belə əlamətləri hiss edirsinizsə, demək artıq uşaqda problem var. Bax, bu problemi çözmək lazımdır. Problemi isə çözmək üçün mütləq şəkildə mütəxəssisə yanaşmaq lazımdır. Müxtəlif bugün, istər Azərbaycan olsun, istər dünyanın müxtəlif ölkələri olsun, o qədər psixologiya mərkəzləri var ki, o psixologiya mərkəzlərində defektologlar, logopedlər, psixologlar, hər biri sizi səsləyirlər. Gəlin sizin uşağınızda olan problemləri qısa bir müddətdə aradan qaldıracaq. Mənim əzizlərim, getdiyiniz bütün ünvanlarda dəqiqliyi ilə araşdırın, öyrənin. Övladınızı həvalə etdiyiniz, etibar etdiyiniz psixoloq, logoped, defektoloq doğrudanmı o işin, o ixtisasın aparıcı mütəxəssisidir? Bax, bu çox önəmlidir. Ola bilər ki, adam özünü sizə logoped kimi təqdim edər, amma ümumiyyətlə bu elmdən heç xəbəri yoxdur. Psixoloq kimi özünü sizə təqdim edər, siz xeyli də pul xərcləmiş olarsınız. Sonunda övladınıza heç bir müsbət nəticə əldə edə bilmərsiniz. Birdavid Mərkəzi 20 ildən artıqdır fəaliyyət göstərir. Rəhbərlərindən biri Yosifə Eyxeldir, biri də David Eyxeldir. Hər ikisi tanıyırsınız. Artıq xeyli müddətdir Azərbaycandadırlar və onların, belə deyim, metodları ilə xeyli düzələn, məktəbə getməyi artıq bacaran, artıq inkişafında xeyli irəliləyiş olan uşaqlar var. Bu uşaqları görmək üçün isə sadəcə olaraq gedirsiniz Birdavid Mərkəzinə. Özünüz gedirsiniz, oradakı valideynlərlə görüşürsünüz ki, o valideynlərdən Azərbaycandan da olanlar var, dünyanın müxtəlif ölkələrindən gələnlər də var. Bugün bizim proqramımıza elə bir nəfər valideynimiz gəlib, Slovakiyadan gəlib. Baxın, o adamı bura gətirən, Azərbaycana gətirən nədir? Demək ki, adam 3-cü dəfədir Azərbaycana gəlirsə, övladındakı o müsbət dəyişikliyi görüb gəlir. Telefon nömrəsi 055 627 37 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Belə, bizim ikinci sponsorumuz deməli, Vertebra Onurğa Mərkəzidir mənim əzizlərim. Professor İradə xanımı salamlayıram və diqqətinizə çatdırım. Vertebra Onurğa Mərkəzi may ayının 5-dən 10-una qədər Almaniyadan çox məşhur bir mütəxəssis. Çoxlu sayda bizim valideynlərimiz suallar göndəriblər. Deyək ki, Yosifə xanım üçün suallar var, Ramidə xanım sizin üçün suallar var. Ümumilikdə mən bu sualları verəcəm və bu suallar ətrafında biz söhbət edək. Məsəl üçün, çoxları soruşur ki, mərkəzlərdə oyunlar var, oyun otaqları var. Bu oyun otaqları, bu oyunlar düzənləyirlər. Bu oyunlar uşaqlara nə kimi kömək edir? Bax, bu barədə istəyirəm ki, biz danışaq. Госпожа Йосифа, как игра помогает особенным детям? Говорят, что через игру ребенок учится контролировать свое тело и управляют энергией. Это правда? Теоретически правда. Вся проблема в том, что... Cəlalə xanım, tərcüməni zəhmət olmasa siz edin. Вся проблема в том, что большинство этих детей играть не умеет. Əlbəttə ki, var.
ki, hər uşaq bu oyunları oynamağı bacarmır. Aha. И для того, чтобы, скажем так, что-то через игру происходило, с ним кто-то постоянно должен играть. Вот одна из вещей, которую мы достигаем, это то, что дети, которые вообще не умели играть, они начинают играть. Они начинают играть игрушками, начинают играть там друг с другом. В общем, вот так. Детям помогает, значит так, да? Ну, потом они, когда начинают играть, конечно, это отличный инструмент для развития. Вот у нас сейчас пришел маленький ребенок, значит, у ребенка с одной стороны ДЦП, с другой стороны, var, eyni zamanda serebral əfəklərlə да, с другой стороны, у него как бы видно, что вроде он реагирует и вроде даже понимает, но при этом как бы поскольку он парализованный, да, то он не мог развиваться. И вот сейчас вот мы наблюдаем, что он начал двигаться, и первое, что он делает, он ползает по полу, катается по полу, и мы, значит, попросили родителей, чтобы ему клали игрушки, ставили игрушки, да, причем не только его игрушки, а да, оставили и другие вещи, например, там какие-нибудь ложки, там, ну, то есть такие бытовые вещи. oyuncaqlar deyə, hətta deyək ki, qaşıq belə varsa da uşaq artıq hərəkət edib onu чтобы götürməyə ему было интересно, чтобы он туда тянулся, перекатывался, переползал, тянулся, в Deməli, общем. fırlanır, belə deyək də, iməkləyir yerdə, fırlanır, sürünür, amma əsas məsələ odur ki, artıq onu götürməyə cəhd edir. Əlavəniz var, buyurun. Tam doğru dedi ki, nəzəri cəhətdən bəli, oyunlar var və biz gəlin bir uşaq psixologiyasına baxaq ümumiyyətlə oyunların fəaliyyəti və oyunlar nə üçün lazımdır? 1-3 yaş aralığında uşaqların həyatı tanıma dövrüdür, ətraf aləmi tanıma dövrüdür. 3-6 yaş isə oyun dövrü adlanır artıq. 6-10 yaş təlim dövrüdür, artıq ondan sonra əmək fəaliyyətinə keçid dövrüdür. Və təbii ki, hər bir uşağın həyatında, hətta nəinki uşaq, bizim öz həyatımızda belə oyunlar o qədər vacib amildir ki, və oyunlar insanın təfəkkürünü inkişaf etdirən birinci mexanizmdir. Amma gəlin görək, biz bu oyunları və oyuncaqları oyun halına gətirəndə düzgün mü edirik? Burada bir sual vermək lazımdır. Çünki hər yaş xüsusiyyətinə uyğun olaraq oyuncaqların seçilməsi və oyun yanaşması var. Biz əgər 3 yaşına qədər bir uşağın oyuncaqla oynama anlayışına baxsaq, orada bir anlamlı oyuncaq yoxdur. Biz burada rollu oyunlara keçirik. Rollu oyunlarda kimlər olur? Valideynlər, ətrafındakı böyük insanlar o uşaqlara oyuncaqları bərabər şəkildə oynamağa öyrədirlər. Artıq 3 yaşından sonra isə uşaqlar oyuncaqları özləri rol model olaraq seçib oynayırlar. Ona görə onlara kömək edir. Ümumiyyətlə biz həyat prosesində baxırıq ki, bütün həyat prosesi insanlar üçün bir oyun rolundadır. Sadəcə olaraq biz onu müxtəlif zamanlarda dəyişirik və oyunlar birbaşa insan həyatına, insan kiçik motorikasına, böyük motorikasına, təfəkkürün inkişafına, təxəyyülün inkişafına, diqqətin formalaşmasına, yaddaşın möhkəmlənməsinə və uzun müddətli davamına, bir şəxsiyyətin yetişməsinə çox önəmli rol oynayır. Bu yüzdən də, üzr istəyirəm, bu yüzdən də nəinki təkcə mərkəzlərdə, bağçalarda, məktəblərdə, evlərin özündə belə oyun güşələri olmalıdır və orada oyuncaqlar olmalıdır. Yaş xüsusiyyətinə uyğun olaraq da dəyişməlidir. Oyuncaqlar olmalıdır. Çox vaxt deyək ki, oyuncaqları uşaqlar tökürlər ortaya. Yəni bu xüsusi qayğıya ehtiyacı olan uşaqlardan gedir, söhbət əziz tamaşaçılarımız. Suallarınız varsa ünvanlaya bilərsiniz. Və məsəl üçün, ana uşağa deyir ki, oyuncaqları yığışdır. Mən gedirəm mətbəxə, gəlirəm, oyuncaqları yığışdır. Sən oyuncaqları yığışdırdın, yoxsa yox, mətbəxdən deyir. Yığışdırdın oyuncaqlar, deyək ki, evə qonaq gələcək, yığışdırdın oyuncaqlar. Ümumiyyətlə, uşaq sizi eşitmir. Bax, belə olan halda nə etmək lazımdır? Почему ребенок не слышит с первого раза? Например, убери игрушки, мама говорит, убери игрушки. Ты уже собираешь? Ты уже собрала игрушки? Но ребенок не слышит. Что делать? Какого ребенка сейчас спрашиваете? Про нормотипичного? Не-не-не-не-не. Про аутизма. Смотрите. Он не слышит. Что делать, чтобы он слышал? Ne etmək lazımdır ki, o ananı uşaq eşitsin? Делать, чтобы... Смотрите, тут опять же абстрактный ребенок, да, будет абстрактный ответ, потому что они все разные. И каждый ребенок, он индивидуален, и с ним надо сделать что-то свое. Hər bir uşaq fərdidir. Yəni o uşaqlarla elə fərdi qaydada yanaşmaq lazımdır. Очень многие из этих детей, они не то что не слышат, они слышат и даже понимают. Просто
им это неинтересно, и он это просто игнорирует. O uşaqlar deyir, bizi eşidirlər, hər şeyi başa düşürlər də, sadəcə olaraq onlara maraqlı deyil bizə deyir, reaksiya vermək. Есть такие, А что которые надо реально делать? там не воспринимают, есть такие, но как Yəni бы, если qəbul ребенок etmirlər onlar. не реагирует, при этом понятно, что он команду понял, да, и в принципе он может это делать. Ну что надо делать? А как Ну, вы можете помочь таким родителям? стоит к нему подойти, да, взять его, например, за руку, отвести, сказать, убери, пожалуйста. То есть, чтобы deyir он ona точно yaxınlaşmaq обратил на это lazımdır, əlindən внимание. tutmaq lazımdır, göstərmək lazımdır. Yəni uşağa fərdi qaydada yanaşmaq lazımdır. Да, при этом Работать вместе с ребенком. Первые Uşaqla разы beraber etmək точно. lazımdır. То есть, если хотят научить, то должны научить, потому что ребенок, Как можно научить? ну как, взять с ним вместе это сделать. То есть, вот игрушки раскиданы, да? Bir yerdə işləmək, bir Взять yerdə ребенка за yığmaq. руку, Vəssalam, отвести, siz сказать, özünüz давай мы с тобой собираем игрушки. Siz özünüz bunu etməlisiniz, uşağa göstərməlisiniz. Yəni uşağa mətbəxdən nə qədər xüsusi qayğıya ehtiyacı uşaqlardan söhbət gedir. Yəni mətbəxdən siz nə qədər desəniz də uşaq eşidəcək, amma bunu eləməyəcək. Siz özünüz ona bunları edib öyrətməlisiniz. Aha. Bəli. Əgər biz xüsusi uşaqlardan danışırıqsa, Bəli. onların anlama, qavrama qabiliyyəti nə qədərdir ki, biz onlara mətbəxdən hansısa bir səs vasitəsilə təsir edirik. Bu ümumiyyətlə mümkün deyil. Çünki normalda insanlar eşidir və onu beyin özü analiz edir, o hərəkəti etməyə təqlid vasitəsilə öyrənirlər. Amma xüsusi qayğıya ehtiyacı olan uşaqlarda göstərilmədən nəyisə həyata keçirmək mümkün deyil. Çünki dediyimiz kimi anlama, onların beyində bir xəritə çəkilməlidir. Biz o xəritəni əllə göstəririk, izah edirik, göstəriklə onlarla bərabər köməkləşib etdikdən sonra onu sanki bir vərdişə çevirən hala qədər gətirib çıxartmalıyıq. Və burada təbii ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar deyəndə fərqlidir. Downlara fərqli yanaşılır, autizmə fərqli yanaşılır, serebral iflic uşaqlara ümumiyyətlə fərqli yanaşmalıdır. Biz serebral iflicə necə deyə bilər ki, sən get oradan o topu götür gəl bura. Anlasaq ki, onun aşağı ətraflarında tetrapariz var, yəni iflic vəziyyətindədir. Və yaxud da qol, sağ və sol yarımkürədə çalışma yoxdur. Bunlar var, çox önəmlidir. Demək ki, biz uşağın probleminə uyğun olaraq düzgün yanaşmanı və düzgün komanda verməni çox önə almalıyıq. Məsələn, siz serebral iflic uşaqlardan danışdınız. Çox vaxt serebral iflic uşaqlarda udma ilə bağlı problem olur, əziz tamaşaçılarımız. Ребенка ГЦП, они не могут глотать. Ваша терапия помогут это? Görək onların terapiyası nə dərəcədə kömək edir uşaqlara udmaqda uşaqlar çətinlik çəkirlər. Sonra bu haqda siz də danışarsınız. Ümumiyyətlə, serebral iflic uşaqlarla yanaşma tərzi ilə bağlı valideynlərə lazımdır ki, çoxlu tövsiyələr vermək. Aha. Многим может помочь, там надо смотреть, насколько поврежден мозг. Amma beyin necə Ucadan tərcümə edin. çox uşağa kömək eləmək olar. Yəni hamısına olmasa da o mənada dedik. Beyin dərələrinə bəli uyğun olaraq. Biriniz tərcümə edin, tamaşaçılarımıza aydın olsun. Buyurun. Sadəcə orada bir nüans var idi, qaçırılmışdı, ona görə mən dedim ki, beynin zədələnməsinə görə, yəni burada müəyyən olunur, hansı bölgənin zədələnməsi, bəli, hansı продолжайте, пожалуйста. Надо смотреть, насколько поврежден мозг, головной, спиной. И Baş во beyin многих yoxsa ki, очень случаях onurğa реально beyin можно zədələnməsinə помочь, baxmaq и lazımdır. ребенок будет и глотать, и жевать. Burada baxmaq lazımdır ki, zədə hardadır, baş beyindədir, yoxsa onurğa beyindədir ki, o zədənin mənbəyini tapıb bu baxımdan artıq müalicəyə yanaşmaq lazımdır. Ваша терапия помогает? Да, помогает. Я вам как пример могу привести. В Израиле у нас осталась девочка, скажем так, девочка к нам попала, когда ей было 1,5 года. Bir yaş yarımında İsraildən 1,5 года olan она весила pasiyent, 5,5 килограмм всего. 5 kilo yarım. Да, она... Danışsın, qutarsın, tərcümə edin tamaşaçılarımız. İsraildən gedir söhbət. İsraildə deyir bizə bir qız uşağı gətirmişdilər. Yaş yarım idi. Yaş yarımı olanda uşaq elə 5 kilo idi, düzdür? Aha, продолжайте. У нее были судороги, очень сильный тонус, и она практически не глотала. Epileptik tutmaları olurdu, belə başa düşdüm ki, demək olar ki, praktik olaraq uda bilmirdi. И, собственно, от мамы требовали, чтобы она оставила ей гастростому, чтобы кормить ее через эту стому. O qastrostoma xüsusi bir aparatdır yəqin ki, onun vasitəsilə artıq udma prosesini həyata keçirmək. Да, но мама как бы справедливо рассудила, что нет смысла ставить эту стому, потому что если как бы у ребенка судороги, то просто еда оттуда все равно vывалится, да? Növbəti tutmalar zamanı deyir ki, həmin bu aparatdan da sonra xaricə buraxılacağı üçün yeməyin qaytaracağı üçün bəli, məna görməyib ana. Что у нас на сегодняшний день? Значит, Это давно было? Давно было. Они к нам ходили много лет, потому что как бы uzun illər gəliblər onların yanına.
Çoxdan olub. Собственно, они бы и сейчас ходили, если бы мы там были. И сколько сейчас ей? Сейчас ей уже много, ей около 17 лет. Artıq 17 Да. 17 Но yaşı у var. нее очень тяжелые диагнозы, у нее там микроцефалия, эпилепсия, и слепота была, и глухота. Насчет слепоты она сейчас видит, она все понимает, она различает голоса, она различает лица. Aha, Да, xəstəlikləri она много sayır. чего делает. Korluq слепота еще что я упустила? Deməli, eşitməsində də problem varmış, görməsində də problem eşitmə. varmış. Problemləri var. Epilepsiyası da varmış, serebral tutmalar olurdu. iflicdən də əziyyət çəkilmiş, bir çox xəstəlikləri Ama o kompleks ses, imiş də yok xəstəliklər. eşitmesi, проблема со слухом не было, да, я так поняла? Была. Была, со у слухом нее была. диагноз, она была Со слепая, она была глухая. Со Да. слепотой уже она, у нее все Со в порядке. слепотой, да, со Görür слепотой у artıq. нее все Просто вы прекрасно. говорили, что она отличала голоса, поэтому я так. Нет, если А здесь она здесь стала са- это sadece со временем, olarak да, o смотрите. səsə cavab было verirdi, со ona görə временем. soruşdum. Artıq Смотрите, zamanla Смотрите, bu. там problem вообще yox idi интересная ki. была история на эту тему. Как бы грустно, что мама не может поучаствовать, потому что мама в Израиле. А? İndi vəziyyəti necədir onun? Сейчас у нее так, с ней можно нормально жить, И за он ней нормально достаточно yaşamak легко olar. ухаживать. Она узнает всех своих как Öz- бы родных, да. Yaxınlarını, doğmalarını Она tanıyır. может показать, как бы, что ей нужно. Там, Göstərə bilər да. ki, məsələn, mənə nə lazımdır. Она может даже рукой показать, что ей нужно. Əli ilə də göstərə bilir ki, mənə nə lazımdır. Они осваивали электрическое вот это инвалидное кресло. Да, она может Elektrikli нажимать əlil на кнопку, arabası да, var. значит, вперед, назад, там Artıq вот deyir, это все, там o она, deməli да, düyməyə делала. basaraq bacarır. elektrikli Onsuz da deməli bilməyir. əlil arabası ilə irəliyə də gedə Aha. bilir, geriyə də Aha, gedə bilir. девочка. 17 yaşında qızdan söhbət gedir və Yosifa xanımın belə deyim Berdavid mərkəzinin müalicəsindən sonra baxın bu uşaq bu vəziyyətə gəlib çıxıb, yəni belə deyək də nə qədər çətin olsa da, amma bir serebral iflicdən əziyyət çəkən bir uşağın biri var ki, yatağa məhkum olunsun, ümumiyyətlə yataqdan qalxa bilməsin. Biri də var ki, artıq elektrikli əlil arabasında irəliyə, geriyə gedirsə, bu xeyli evdəki valideynlərin yükünü azaltmış olur. Demək ki, adam özünü idarə edir, heç olmasa evin ortasında gəzir, televizorun yanına gedir, radionun yanına gedir, pəncərənin yanına gedir. Yəni, başqa bir adama ehtiyac yoxdur da bütün gün o adamın yanında Onsuz da otursun. mütəxəssislərin də istədiyi budur Nurayna xanım, həmin o xüsusi qayğıya olan uşaqlarla işləyəndə ki, gündəlik özünə lazım olan o işləri görə bilsin, nə istədiyini bildirə bilsin. Yəni əsas budur. Bir də ki, hansısa bir sosial psixoloq, unutdum adını, deyir ki, problem əslində o insanlarda deyil ki, onların problemi var. Problem cəmiyyətdədir ki, cəmiyyət onlar üçün şərait yaratmayıb. Məsələn, əlillər üçün görmə zonaları, zolaqları olmalıdır ki, hər bir əlil də istədiyi kimi, istədiyi marketə getsin, dükana getsin və yaxud da ki, öz ehtiyaclarını ödəyə bilsin. Deyir, əgər bu cəmiyyətdə yoxdursa, problem cəmiyyətindir, o əlil insanın deyil. Bir də bir yanaşma var Azərbaycanla xarici. Olarmı o yanaşmamızı biz reklamdan sonra olar. aydınlaşdıraq? Əziz tamaşaçılarımız, reklamlara ayrılırıq. Berdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Berdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Aha. Deməli, bizim proqramımızda Slovakiyadan gələn bir valideynimiz var. Здравствуйте. Еще раз добро пожаловать в Баку. Когда вы приехали в Баку? Görək nə vaxt gəlib Bakıya? Mikrofon возьмите, пожалуйста. Şəlalə xanım siz tərəflərdən gəlib. Tərcümə eləyin. Когда вы приехали? Мы приехали вот в прошлую пятницу уже в 4-й раз, уже в Баку как родной город, Keçən можно həftənin 5-ci сказать. günü gəlib. Баку очень polюбили уже, много Bakını где çox были. sevirlər, çox yerlərində olublar. С Yaxşı радостью tanıyırlar. приехали за новыми результатами, за новым прогрессом. Təzə müvəffəqiyyətlər üçün gəliblər bu sentrə yəqin ki. А как вы узнали про центр Бердавид? Ага. Можно я отнесусь вот к словам? Ага. Вы понимали по-азербайджански, да? Мне перевели. Часть Ага. поняла, часть не перевели. Şəlalə xanım boş oturmayıb. ha. Смотрите, это все Ладно, хорошо, там что dediklərini общество tərcümə должно edeyim. как помогать, что ребенок должен обслуживать себя. Вы просто поймите, что дети бывают в разной степени, так сказать, тяжести. То есть ребенок, у которого, скажем, часть головного мозга отсутствует, вы его никакими способами не научите себя обслуживать.
Максимум, что вы можете достичь, это чтобы с ним можно было нормально существовать в одном доме. Чтобы он спал ночью, чтобы его можно было покормить, чтобы у него не было судорог, чтобы вы не боялись, что он у вас дышать перестанет каждую минуту. Это совершенно другая реальность. То есть просто мы работаем с любыми такими детьми, то есть, ну, у нас есть свои ограничения, но в принципе мы можем, скажем, в зависимости от того, какой ребенок приходит. Mesela üçün adam var ki, o həyəcan keçirir ki, bu uşaq bu dəqiqə nəfəsi dayanacaq. Да, у нас разная планка ожиданий. Aha. Предоставить им это условие, чтобы они ходили, купили себе Смотрите, что-то. в Израиле им все предоставляют. Там дело не в этом. Вот эта девочка, они когда к нам prишли, onu dedi ki, yəni görmək qabiliyyətində bir problem olan uşağın görməsi yaxşılaşsın. Yəni müalicələrin fonunda eşitməsində problemi olan uşağın eşitməsi yaxşılaşsın ki, serebral iflicdən əziyyət çəkən uşaqların bu həm də nəinki o uşağın özünə, valideynlərinə də xeyli köməkdir. вот они когда к нам prишли, девочке было 1,5 года, родители 1,5 года не spали. Bizim yanımıza o uşaq gələndə yaş yarım idi və yaş yarım müddətində 1 il 6 ay müddətində valideynləri də yatmamışdı, uşaq da yatmamışdı. То есть там планка ожиданий совсем другая. Там планка ожиданий. Мы сегодня ночь поспали, слава Богу. Məsələn, orada deyir, o valideynlərin istəyi başqa şeydir. Bu gecəni deyir, yatdıqsa deyir, onlar şükür edirlər ki, bu gecə yatdıq. Да, конечно. Yəni, müxtəlif variantlarda serebral iflicdən əziyyət çəkən uşaqların valideynlərin istəyi müxtəlif olur. Ага. И продолжаем. Вот у меня Как такой... узнали про центра Бердавид? Görək hardan tanıyıblar, necə biliblər? Вот я хочу сказать, что у меня такой же ребенок, примерно о котором сейчас вот Йосефа рассказывала, о девочке, у меня мальчик. И, соответственно, когда у нас все это случилось, а случилось во время родов, у нас было просто огромное потрясение, во-первых, тяжелейшее состояние, 3 раза он чуть не умер в первые 1,5 месяца, и мы просто были в шоке и не понимая, что делать, где искать помощь. Aha. Buyurun Şəlay xanım. Doğuş zamanı güclü travma Buyurun, alıb və 1 ay yarım ölmə təhlükəsi olub uşaqda. Bəli. Yəni, hələ də möcüzədir ki, uşaq sağ qalıb. Qorxu ilə Oğlan yaşayıblar uşağıdan ki, mı? indi ölər, sabah ölər. Yəni o qorxu, həyəcanla o vaxtları keçiriblər. Второй ребенок есть у вас? У меня есть старшая дочка, она в порядке, ей почти Богу. 10 лет, она вот сейчас самостоятельно Böyük без uşağı var, 10 меня. yaşında, hər şeydə qaydasındadır. Nə gözəl, Папой. sevindim. Aha. Ага. Вот, и... А сколько у вас? Ну, у меня 2 детей, вот это младший мальчик, с которым все это... Нет, у вас. У вас сколько? Мне сколько Молодая лет? мама. Ой, я молодая, но мне 40 lет уже. Uy, vermək olmaz. 40 yaş heç vermək olmaz. Очень Вот, да, моложе и выглядите. вот с нами случилась вот такая трагедия, и мы лежали в больнице, потому что у ребенка в голове был закисший просто сгусток крови, Что было который... в голове? Произошли несколько кровоизлияний во время родов. Qanla В голове осталась кровь. uşağın başına. Вот она... После рода это Да, было, да? это всё Doğuşdan время sonra olub. И примерно в возрасте 4,5 месяца вот этот сгусток закис, образовался гнойный очаг. Это видно было? Нет, это было внутри в Внutri голове. было. Aha, Это görünmür. росло. Uşağın başının içindəymiş Dörd ay deməli. yarımdan 4 ay sonra qan yarımlığında yığılıb, artıq uşağın Гематомаdan başında bax bu Внутренняя гематома. gematoma kimi hə, İrin- yığılıb irin uşağın əmələ başında. Она росла, давила на мозг, и нужно было, ну, мой Данил просто кричал сутками, он ничего не мог ни есть, ни спать, мы были тоже совершенно вымотаны, не понимали, что с ним, пошли на очередное УЗИ, нам сказали, что вам срочно надо оперировать его. Aha, deməli uşağın təcili olaraq, yəni uşaq yatmırmış, çox narahat imiş və biz deyir növbəti dəfə həkimə getdik. Yəni uşaq anadan olandan elə həkimlərdə olublar, xəstəxanalarda olublar və təcili olaraq uşağın əməliyyat olunmasını artıq deyiblər. Çünki başına yığılan, o doğuş zamanı başına yığılan qan kütləsi də belə deyək, o qan kütləsi uşağı narahat etmiş. Əslində bax burada bir valideyn olan real hadisəni danışır İradə xanım. Ona görə biz bu продолжать. Ona görə biz hər zaman söyləyirik ki, doğuş zamanı əziz valideynlər mütəxəssis doğum həkimləri ilə uşaq dünyaya gəlsin. Bu vaxt normaldir rodu. Bəlkə səhv deyirəm mənim əzizim, hə Ramidə xanım. Doğuş zamanı uşağın aldığı travma daha sonra müxtəlif xəstəliklərə gətirib çıxardır. Bu istər təbii doğuş olsun, bu istər keysəriyyə əməliyyatı olsun. İndi
Ananın vəziyyəti elə ola bilir ki, həkim mütləq şəkildə deyir ki, keysəriyyə əməliyyatı olmalıdır. Bəzi xanımlarımızda elə deyir, mən belə istəyirəm. Nə etmək olar? Uşaqdır da gəlib 9 ayına doğulmalıdır da, orada qalmayacaq ki, doğulmalıdır, düzdür? Ya belə, həkim mütləq şəkildə bu işin peşəkarı, professionalı olmalıdır. Bax, neçə dəfə, David bəy keçən dəfə bizim proqramımızda idi, mən dediklərimi tərcümə edeyim. David bəy özü burada dedi ki, Ramidə xanım, uşağın deməli, boyun fəqərələrində, bu çiynindən yuxarı beynimizə doğru gedən bu 4-5 fəqərədə doğuş zamanı, istər təbii doğuş olsun, istər keysəriyyə olsun, keysəriyyədə dedi, bəli. Aha, mən buradaydım o verilişdə. Bəli. Ondan sonra həqiqətən mən elə kimi görürəm, heç tövsiyə eləmirəm. Hər kəsə əgər imkan varsa normal doğuşu təklif eləyirəm. Çünki mən David bəyin dediyindən sonra mən onu eşitdim və çox həyəcan təcrübələrinə əsasən bunu deyirdi. Və özdə illər boyu Rusiyada belə bir təcrübələr aparılıb və o təcrübələr nəticəsində müəyyən olunub ki, uşağı belə əllə götürəndə nə qədər götürürsən götür, istər-istəməz onurğa sütununda, boyun onurğa sistemində. Ola bilər. Hə, yəni ehtimal daha çoxdur. Ehtimalın daha çox olmağını göstərir ki, bəli. Və David bəy bilirsiniz nə dedi? Dedi ki, biz dedi təcrübəmizə sığınaraq bunu deyirik. Nədən? Statistik nədən deyir? Deyir, məsəl üçün, bizə müraciət edən uşaqların böyük əksəriyyətinin anamnezini toplayanda, mən dediklərimi tərcümə edeyim. Anamnezini toplayanda deyir, baxırıq ki, autizm olan uşaqlar. Bu uşaqların böyük əksəriyyəti keysəriyyə ilə yəni dünyaya gələn uşaqlardır. Bax deyir, bundan yəni çıxış edərəkdən mən deyirəm. Anladabildim? Aha, buyurun. Təcrübələr göstərir ki, keysəriyyə əməliyyatı elə dinimizdə də var da. Allah-Taala insanı yetişdirdikdən sonra dünyaya gətirir. Bir dəqiqəsinə, bir saatına belə əl vurmaq olmaz onun. Yəni insan yetişir, sonra ana bətnindən artıq məlumat belə deyək verir. O sancılar nədir? Məlumatın əlamətidir də əslində. İndi məsələ də ondadır ki, bilirsiniz, hər şey dəbdir. Hər şey dəbdir. Amma gəlin görək, bu dəbi doğru şəkildə suna bilirikmi? Bu çox önəmli bir məsələdir ki, demək buranın özündə bir maarifləndirməyə çox böyük ehtiyac var. İstəyir gənc analar, bu gənc analar ilk olaraq cavan qızdılar, cavan gəlindilər. Bunlar o analıq məktəbində keçməlidirlər, öyrənməlidirlər. Həkimlərimiz bununla bağlı ciddi məlumat verənlər də var. Mən özüm şahid olmuşam, Nurayna xanım. Həkim deyir ki, mən səni keysəriyyə almıram. Deyir, sən almayacam, başqa həkim var, gedəcəm onu alacam. Bilirsiniz, ana başa düşməlidir, gənc ana. Mən uşağı dünyaya gətirirəm, sağlam gətirməliyəm. Sağlam gətirməyəcəksiniz, xəstə olacaqsa, onun əziyyətini sən ömrünün sonuna can çəkəcəksən. Məsələ də ondadır ki, biz o gələcəyi çox uzaqda gördüyümüz üçün bu günləri ancaq uşaq dünyaya gəlsin, mən ana adını alım məsələsi var. Keçən dəfə mən dismorfomaniya adında bir mövzuya toxunmuşam. Hansı ki, insan orqanizmi dismorfomaniyadır sözün kök. Görürsünüzmü? İnsanın gözəlliyinə, yəni özünə qatdığı bir neçə dəfələrlə əməliyyatlar bu artıq maniya halına gətirir də. Baxın, biz bu günləri gənc qızlarımızı hansı vəziyyətdə görürük? Əməliyyatlı görürük. Sabahları bu uşaq doğumda təbii doğuşa getmək istəməyəcək axı. Təbii doğum onun üçün çox əməlli bir problemə çevrilir. Çünki bədəndə deformasiya əmələ gələcək, pozuntular nələr. Ona görə keysəriyyə yolu seçir ki, artıq mən orqanizmə heç bir dəyişiklik etməyim. Bu da problemə yaradır ki. Patoloji halları gördüyü üçün keysəriyyə mən onu deyirəm, demək istəyirəm ki, həkim deyir ki, səndə patologiya yoxdur, amma tutaq ki, patologiya varsa, dediyimiz kimi gematom əmələ gəlir, gepaksiyalar var, boğulmalar, hansısa bir travma yönümlü bir şey varsa da orada gedə bilər. Ananın özünün orqanizmi icazə verməyə bilər. Göz zəifliyi burada çox önəmlidir. Çanaq darlığı çox önəmlidir. Ümumiyyətlə orqanizmin uşaqlıq boynunun çox quruluşları. Problem olan zaman getmək lazımdır keysəriyyə. Problem olmayan zaman xəstə uşaqları dünyaya gətirirsiniz. Həm cəmiyyətə belə onu belə də yük kimi olur da. Həm özünüzə bu gün biz təcrübəmizdə görürük. Cəmiyyətə böyük yükdür. O çox doğrudur. Məsələn, bu günləri biz belə deyək də Ramidə xanımın rəhbərlik etdiyi evdir, bir yurtdur, düzəldiblər, uşaqlara xidmət göstərirlər. Amma gəlin görək, oradakı uşaqlara neçə adam əziyyət çəkir, hə? Neçə adam orada 24 saat boyunca əziyyət çəkir. Bugün məsəl üçün bir qism uşaqlar bu evdədir, hə? Sizin himayəniz altındadır. Bir qism uşaqlar dövlətin himayəsinin altındadır. Dövlət onlara yer ayırıb, bina tikir, dövlət orada işçilər saxlayır, o işçilərə maaş verir.
kommunalını verir, uşaqlara gündə 3 dəfə, 4 dəfə yemək verir, nə təmin eləyir də, düzdür. Yəni biz görə niyə cəmiyyət üçün, dövlət üçün, həm də özümüz üçün bu deyək ki, xəstə uşaqları dünyaya gətirək. Əgər problemi önləmək olarsa. Gəlinlərə deyirdi ki, hamilə olan gəlinlərə, qaşı gözü yerində, bütün əzası yerində, ağlı üstündə, ruhu üstündə bir dünyaya uşaq gətirir. Yəni bunu elə belə demirdi. Yəni hər əzası üstündə, ağlı üstündə, gözü üstündə, yəni belə bir nəvə dünyaya gətirir. Yəni bunu axı keçmişdə də deyirlər ki, yəni uşaqların məsuliyyəti dünyaya gətirmək. Düzdür. Bəli. İstəyirəm ki, hamilə dövründə valideynlər, analar öz qidalarına çox diqqət eləsinlər. Və qidadan düzgün istifadə eləyəndə, vaxtında onun hansı qidadan nə cür, necə istifadə yeyilməsi çox önəmlidir. Bəli. Çünki hamilə dövründə müxtəlif qidalar qəbul eləmək düzgün deyil. Ona görə də hamilə qadınlar öz qidalarına çox ciddi şəkildə nəzarət eləməlidir. Riayət etməlidirlər. İradə xanım. Продолжайте, пожалуйста. Вы спросили, откуда мы узнали о центре. Да, откуда вы узнали? Узнали из интернета, все очень просто, когда лежали после вот этой вот сложнейшей операции, нам ее делали. После операции. Лучшие нейрохирурги Словакии, но и то последствия оказались, конечно, очень тяжелые. Если до операции ребенок хотя бы следил за предметами, сколько ему было тогда? Как-то видел, а было тогда ему 4,5 месяца всего. Deməli 4 yaş 2 aylıq imiş uşaq əməliyyat olunanda. Трепанация черепа. Və deyir Slovakiyanın ən yaxşı neyro cərrahları tərəfindən bu əməliyyat həyata keçirilmişdir. Да, а после операции произошло еще одно кровоизлияние, и потом 2 месяца мы были на тяжелых 2 внутривенных антибиотиках, которые подавали круглосуточно. Əməliyyatdan sonra da qan yığılmalar И это olub тоже və дало свои müalicə ilə. последствия, конечно. Antibiotiklərlə müalicə olubdu. 2 ay tamamilə durmadan antibiotiklərlə müalicə alıbdı uşaq. O da təsir edir ona. O da təsir edir. До этого вы не знали, что у него есть симптомы аутизма? У нас аутизма нет, слава богу, у нас просто тяжелый ДЦП, и потом нам поставили микроцефалию. Uşaqda deməli ağır deməli серебрал iflic vəziyyətidir. Да, и микроцефалия, она у нас не врожденная, я вот уточню, она именно посттравматическая от того, что голова многократно пострадала, и мозг просто погиб, и мозг не растет, соответственно, не растет голова. И Uşağın sanki beyni yatır. Məncə doğuş zamanı aldığı zədədən olub. Yəni hamilə dövründə olmayıb o hadisə. Doğuş zədədəndir. Tərcümə eləyin, uşağın hal-hazırda beyni sanki yatır, beyni sanki inkişafdan geri qalır. Beyin inkişafdan geri qaldığına görə də uşağın başı da inkişaf eləmir də. Yəni beyin gərək inkişaf edə ki, uşağın deməli başı da böyüyə. Bəzi uşaqlar var ya, məsəl üçün hidrosefaliyadır. Gözün uşaqların başı məsəl üçün normadan böyükdür. Görmüsünüz də tamaşaçılarımız. Bəzi uşaqlar var ki, başının həcmi kiçikdir, mikrosefaliya deyirlər ona. Demək ki, orada beyin normada inkişaf etmir ki, uşağın beyni, başın çanağı da baş sümüyü deyək, kəllə sümüyü kiçik qalır. Uşaqda odur problem. Ümumiyyətlə, serebral iflic haqqında qısa bir məlumat verim. Serebral iflic belədir də, ya mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində və yaxud da vegetativ sinir sisteminin zədələnməsi nəticəsində baş verir. Xanımın uşağını mən görmüşəm, həm mərkəzi sinir sisteminin, həm də vegetativ sinir sisteminin zədələnməsi nəticəsində baş verir. Vegetativ sinir sistemi birbaşa bədən orqanlarına təsir edir, yəni onların iflicidir. Burada nə baş verir? Ya aşağı ətrafın tetraparezidir, ya sağ tərəfin, ya sol tərəfin və yaxud da yuxarı ətrafın. Ya qollar işləmir, ayaqlar işləyir, ya da qollar işləyir, ayaqlar işləmir və yaxud da sağ tərəfli və yaxud da sol tərəfli işləmlərdə problem var. Biz ona öz dilimizdə deyirik, böyük motorika və kiçik motorikadakı yəni iflic vəziyyəti. Amma çox təəssüf ki, bu günləri biz ağır serebral iflic deyəndə həm də mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində vegetativ sinir sisteminin də iflicini görürük ki, bu uşaqların nə əqli inkişafı fəaliyyət göstərir, nə də ki, böyük motor və kiçik motor inkişaf edir. Получив вот эту всю травму многочисленную, мы просто искали просто хоть кого-то, нет, нам врачи все до одного говорили, смиритесь, вам никто не поможет, эти диагнозы неизлечимы. И мы просто... Həkimlər də deyirlər ki, siz uşaqdan əlinizi üzün, bu uşağa yəni heç kəs kömək edə bilməyəcək. Yəni bu formada da uşaq qalacaq. Просто смиритесь, живите, это неизлечимый инвалид. Bununla deyir həkimlər bizə dedilər ki, barışın da, bu taleyinizlə barışın.
Uşaq yəni bu formada da qalacaq. Aha, nə idi sual? Вот, ну и по запросу в интернете микроцефалия мы нашли. İndi vəziyyəti necədir? Aha, данное время. В данное время, вот у нас... Когда вы были здесь, да, мы уже центра Давид. В общей сложности мы 5-й курс сейчас начали. Мы только вот приехали, мы 2 дня как lечимся. Deməli 5-ci dəfədir ki, onlar kurs müalicə keçirlər. İndi deyil, biz 5-ci dəfədir gəlmişik və 2 gündür Bakıdayıq. Конечно, Amma 5-ci dəfədir gəlirik. За это время, конечно, ну, они его, врачи, буквально вытащили с того света, я бы сказала, потому что я не уверена, что он вообще бы жил к этому моменту. Geri qaytardılar da belə yenidən ona həyat verdilər uşağa. Ну, знаете, по крайней мере, он более-менее ест, более-менее спит, вот, слава Богу. Biraz deyir, yatır, biraz məsəl üçün yeyir. Я и то рада. Конечно, он лежит, у него очень поврежден затылочная зона, deyir, o biraz yatır, biraz yeyir, mən buna görə çox sevinirəm. Поэтому движение... Anadan görəsən müqəddəs nəsə var dünyada. Bütün hərəkətlə bağlı da problemlər var. В общем, пока он сам делать ничего не умеет, но хотя бы у него все основные жизненные функции работают, и для меня это уже счастье. Özü deyir bir hərəkət deyir edə bilmir, amma deyir orqanizmində deyir orqanları yəni fəaliyyətdədir də, orqanları fəaliyyətsiz deyil, orqanları fəaliyyətdədir. Да, и я еще добавлю, что у него за это время очень существенно выросла голова, хотя микроцефалия считается неизлечимой. Вот. Она, конечно, до сих пор отстает от нормы, но если мы приехали с обхватом головы первый раз 39, по-моему, с половиной сантиметров, то сейчас у него 46. 39 santı idi, indi artıq 46 santıya çatıb. Deməli, baş böyüyürsə, həcmi böyüyürsə, demək ki, inkişaf edir. İnkişaf edirsə, artıq onun belə deyək də, artıq reaksiyaları olacaq, artıq bilirsiniz, serebral iflic uşaqların valideynləri doğrudan da fədakar valideynlərdir. Bax, bir valideyndir, görürsünüz, Slovakiya görün hardadır, Azərbaycan hardadır, xəritədə baxa bilərsiniz də, nə qədər kilometrlər var arada. Bəli, görün, evlad ananı hardan hara gətirir. Adam 5-ci dəfədir Bakıya gəlir. Adam 1-ci dəfə, məsəl üçün, mərkəzə gəlib, xeyir görməsə, 2-ci dəfə gələr, 3-cü dəfə gələr, 5-ci dəfə gələr, adam 5-ci dəfə Bakıya gəlir. Demək ki, adamın uşağında nəsə bir irəliləyiş var ki, gəlir. Mən arzu edirəm ki, bax, Bakıya bu ümidlə gələn, dünyanın müxtəlif ölkələrindən gələn valideynlərin hər biri sevinc içərisində olsunlar. Azacıq da olsun. Baxın, deyir ki, uşağım deyir, yatır, ona sevinirəm. Az yatır, ona sevinirəm. Az yeyir, ona sevinirəm. Böyük fədakarlıqdır, böyük fədakarlıq. Mənim dediklərimi tərcümə eləyin. Vaxt çatdırmıram hamısını eləməyə. Aha, əziz tamaşaçılarımız, siz də bizə telefon nömrələrimiz sizin ixtiyarınızdadır. Yaza bilərsiniz, zəng edə bilərsiniz. Suallarınızı burada mütəxəssislərimiz var. Ramidə xanım buradadır, İlhamə xanım buradadır, Yosifa xanım buradadır. Yəni, niyə onlara mütəxəssis deyirəm? Çünki onlar məhz xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən insanlardılar. Ona görə deyirəm, suallarınız varsa buyurub verə bilərsiniz. Və bu arada bizim Ankaradan bir telefon bağlantımız olacaq, əziz tamaşaçılarımız. Səbinə xanım Cəlilova ilə xəstəliklərdən biz danışırıq, sağlıqdan danışırıq. Sağlıq turizmi ilə bağlı bizim Azərbaycanlılarımıza dəstək olan bizim daimi ekspertlərimizdəndir. Səbinə xanım, siz dəfələrlə bizim Çıxış Yolu proqramında görmüsünüz və bugün nələri təklif edirlər, necə dəstək ola bilirlər, necə kömək ola bilirlər. Birazdan telefon bağlantısı ilə bax bunlar haqqında bizə məlumat verəcək. Belə, davam edirik mənim əzizlərim və bizim çoxlu burada suallarımız var. Bir sualımız da belədir. Əslində biz deyək ki, bütün ekspertlərimizin sosial şəbəkələrini də izləyirik. Yosifa xanımın sosial şəbəkələrində maraqlı bir şey gördüm. Yosifa xanım orada deyir ki, deməli, hansı uşaqların ki, valideynlərinə sual verirsən, artıq o uşaqlar sağalıblar da, belə deyək, normal həyata qayıdıblar. O valideynlər bu haqda danışmaq istəmirlər. Bu haqda sanki məlumat vermək istəmirlər. Niyə məlumat vermək istəmirlər sizcə? Mən sonra Yosifa xanımın onun cavabını alacağım. Niyə danışmaq istəmirlər?
var da. Çox güman ki, valideyn artıq o qədər çətin bir keçmiş yaşayır ki, həmin anları bir də xatırlayıb öz xatirəsində saxlamaq istəmir. Bu çox önəmlidir. Çünki həmin dövrü biz xatırlasaq, doğrudan da valideynlər həmin vaxtı çökmüş, psixoloji cəhətdən özlərini emosional olaraq yıpratmış vəziyyətdə olurlar. Amma artıq onlar həyata dönüşdən sonra istəmirlər o acı xatirələri özündə yaşasınlar. Çünki bəzən insanın düşüncələri onu daha çox tətikləyir də, negativ yanaşmağa, pessimist olmağa və yaxud da ruhdan sala bilər. Bu mənada düşünürəm ki, niyə də geri dönsün? Geri dönmək, keçmişə baxmaq, orada yaxşı bir izlər yoxdur axı. Onu xatırlamaqda əlbəttə ki, istəmək istəməyəcəkdir. Госпожа Иосифа, ваш ответ. Мамы выздоровевших детей не хотят публично делиться своими историями. Почему? Как вы думаете? Знаете, частично, да, вот то, что вы говорите, это тоже правда. Но мне кажется, это было у нас 10 лет назад. Родители выходили из этого и не хотели в это возвращаться. Сколько родителей мне говорили, вот ты знаешь, вот я из этого вышла, я просто не хочу. Minutuşku. Valideynlər var idi ki, məsəl üçün 10 il əvvəl onlar deyirdilər ki, məsələn, mən bu vəziyyətdən çıxmışamsa, mən geri dönmək istəmirəm. Rabidə xanımın dediyi kimi xatırlamaq istəmirəm. Vəssalam, bitdi bu məsələ. А сейчас, вы знаете, вот последний, вот буквально там года 2, наверное, появился еще фактор, потому что окружающие люди, значит, относятся к таким родителям с огромным негативом. Bir də 1-2 il ərzində belə bir hal yaranıb ki, həmin bu valideynlərə digər insanlar negativ yöndə baxırlar. Совершенно мне непонятно почему, то ли из зависти, то ли еще просто люди стали более агрессивными. Вот, например, у меня даже в ТикТоке есть интервью с одной мамой, которая честно рассказала, значит, что да, вот ребенок был с диагнозом, диагноз был официально снят и так далее. Был период, когда ребенка затравили в школе. Да, значит, вот этой маме постоянно пишут, то есть я все фильтрую, естественно, да, но количество вот просто гадких комментариев просто вообще удивительно. Интересно, причем удивительно. Пишут совершенные гадости, совершенно на пустом месте. Почему так пишут? Почему, интересно? Вот Buyurun, minutuşku. Çox pis rəylər yazırlar həmin insanlar haqqında sosial şəbəkələrdə. Və bunun səbəbi какая причина? Paxıllıqları olan. Deyir ki, paxıllığa görədir. Göz götürməmək. Qəbul edə bilmirlər. Deyək ki, o valideynin başqasının bəlkə də uğrunu qəbul eləyə bilmir ki, o sağaldı. Yəni mənim üçün də bu çox qəribə oldu. А вы как думаете, почему люди так пишут? Почему так? Да. Niyə belə fikirləşir? Смотрите, люди приходят очень странные, да, например, там неоднократно писали люди, которые на нее нападали. Вот ты своего ребенка вытащила, теперь нам помоги. С какой стати она должна вам помогать? Xilaskarlıq gözləyirlər ki, sən öz uşağını xilas elədin, bu problemdən qurtardın, bizə də kömək eləməlisən. Hətta deyir ona, belə deyim də, вы имеете в виду физически нападали, да, или психологически? Это комментарии к ее интервью, понимаете? Психология təzyiq eləmişlər. Ребенок в школе, да, ребенок с ребенком, слава богу, все хорошо, ребенок как преуспевает, да, но как бы теперь мама, если, скажем, он был помладше, мама его была готова показать, например, в интервью, да, сейчас нет. Почему? Потому что ребенку плохо от этого. То есть окружающие люди начинают как бы на него нападать, да, что вот там... Либо про них говорят, вы вруны, вы нам наврали, да, хотя имеются уже нотариально заверенные медицинские документы, да, то есть постановка диагноза, снятие диагноза, да. Deyir ki, uşaqlar artıq məktəbdə də uğur göstərirlər, onlar artıq mənimsəmə qabiliyyətləri çox yaxşı olur, yəni təhsilləri ilə bağlı çox yaxşı nəticələr olur və yenə də bu sosial şəbəkələrdə, istərsə də ki, ətrafındakı insanlardan təzyiq görürlər həmin valideynlər ki, ya sən yalan demirsən, sənin uşağında belə bir diaqnoz olmayıb. Bax, əsas məsələ ya da ki, sən əgər öz uşağını çıxartmısansa, mənə də kömək eləməlisən. Və buna görə də deyir, indi valideynlər bu haqda danışmaq istəmirlər. Sanki bizdə belə bir şey var, gözə də gətirmək istəmirlər. Gözə də gətirmək istəmirlər. Biz buna aramızdakı... Amma əslində valideynlərin bölüşməyi çox yaxşıdır. Məsələn, bir valideyn hansısa bir mərkəzdə, hansısa bir mütəxəssisdən uşağı üçün yaxşı bir nəticə alırsa, onu paylaşmaq, bölüşmək daha yaxşıdır. Çünki digərləri, məsəl üçün, valideyn var ki, hal-hazırda övladı üçün 5 mərkəzə gedib, 15 də mütəxəssisin yanına gedib, nə qədər də pul xərcləyib, amma ortada bir nəticəsi yoxdur. Məsəl üçün, uşaq 3 il bundan əvvəl pampers, bez istifadə edirdisə, uşaq elə yenə bez istifadə edir. Yəni, uşağa bir tualet ayaq yolu vərdişini öyrədə bilməyibsə, 5 mərkəzə gediblərsə,
valideyn oturub fikirləşəcək ki, demək ki, bu yalandır da mənim getdiyim bu mərkəzlər, bu mütəxəssislər, özünə mütəxəssis deyənlər. Mən burada. Burada mən məqam bəlkə yeridir, amma deyəcəyəm. Doğulmadan öncə məsələn, autizmlə məşğul olan çoxlu mütəxəssislər var da, məsələn, sizlər də bilirsiniz. Doğulmadan öncə uşaqda heç olmasa bir simptomunu da bilmək olmazmı, yəni ana bətnində? Olar. Məsələn, dedilər ki, autizmlə bağlı edə bilmirlər. Hamiləlik dövrünün 26-cı, 28-ci həftəsində ikili, üçlü tarama testi var. Daban testi olunur indi. Bunu artıq tibbi sığortada qarşılayır. Hər bir hamilə qadın həkimi deməsə belə tələb etməlidir ki, mən o dövrdə ikili, üçlü tarama test etməliyəm və bu tarama testinin məqsədi nədir? Uşağın dünyaya gələcək 26-28-ci həftəlikdə. 26-28 həftəliyində dəqiq olaraq. Və burada nə çıxır ortaya? O testlərin nəticəsində orada faiz etibarilə göstərici çıxır. Zaten biz Down sindromu uşaqları bəllidir ki, artıq bu xromosomdur. Serebral iflic insanlarda da 5 aylıq hamiləlikdən artıq bilinir və bu valideynin razılığı əsasında sonlandıra da bilər, davam edə də bilər. Amma autizmdə isə sırf autizm deyil də digər xəstəliklərin daha çox faiz etibarı göstərilir. Amma ümumiyyətlə autizmlə bağlı bu günləri dünyada hansısa bir əlamət yoxdur ki, uşaq dünyaya gəlməmişdən və dünyaya gəldikdən sonra bir əlamətinə görə bu dəyərləndirsin. Mütəxəssislərin bu haqda fikirləri də yoxdur. Mütəxəssislər orada bildirə bilmir. Autizm ümumiyyətlə təsirli inkişafdır. İnkişafdan geri qalma deyil. Uşaqda müəyyən elədilər ki, həmin bütün o analizlərdən keçdi və müəyyən elədilər ki, bu uşaqda beyində çatışmamazlıq, yəni beyin normal inkişaf eləmir. Uşaq normal inkişaf getmir, onu ən çox da beynində və müəyyən bir problemlər üzə çıxdı və o uşağı sonlandırdılar. Bax, həkimlər özləri bunu həm valideynə deyirlər də, təklif eləyirlər ki, hər bir o analizi həkimlərin özləri tövsiyə edir. Siz dediniz analizlər, Ramidə xanım dediyi analizlər. Yəni belə halda hətta uşaq yarımçıq da belə doğula bilir. O bütün demək olar ki, Almaniyada, İsraildə, Rusiyanın özündə bu bir qanun halındadır. Qanun var artıq orada. Amma bizdə bu qanun olmadığına görə burada həkimlər valideynə dirənc göstərə bilmir. Təklif edirlər. Əlbəttə ki, bu dəyərləndirilməlidir. Təklif olaraq bizdə indi biraz üzr istəyirəm, necə yumşaq bir tərzdə valideynə gedəcəyi yolu izah etmək lazımdır ki, sənin növbəti sağlam uşağın əziyyət çəkəcəksən, özünün həyatında siz bilirsiniz də, reabilitasiya mərkəzlərimiz var. Biz də o reabilitasiya mərkəzlərinin neçəsini biz işləyirdik və mənim qızım da həmin o reabilitasiya mərkəzlərində özü fəaliyyət göstərdiyinə görə ondan sonra özü də qərar verdi ki, yox da, mən istəmirəm dünyaya belə uşaq gətirib. Təbii ki, bu hər bir valideynin, hər bir ananın, hər bir ailənin öz istəyidir, öz istəyinə bağlıdır. Yəni, Azərbaycanda bizdə belə bir qanun mövcud deyil ki, hansısa bir ailəyə, hansısa bir anaya məcbur edəsən ki, sən bu uşağı sonlandırmalısan yarımçıq. Amma ailəyə, məsəl üçün həkimlər, uşağın hansı vəziyyətdə doğulacağını, hansı çatışmamazlıqlar olacağını bunu tibbdə bilir, aydınlaşdırır, diaqnozlar nəticəsində, analizlər nəticəsində və bunu həkimlərimiz valideynə söylüyor. Daha sonra valideynin artıq öz seçimidir. Analıq hissi yüksək hissdir, amma Valideynlər inanmır, sona qədər ümid eləyir ki, yaxşı olacaq, bir ümid yeri var.
Bir də ikinci məsələ onunla bağlıdır ki, sonrakı fəsadları görə bilmir. O uzaq perspektivi görə bilmir. Və bir də ki, hisslərində qala bilmir. Onunla bir günahı var. Bizim kimi televiziya proqramlarındadır. Tam səmimi deyirəm. Demək ki, biz maariflənməni bolluca apara bilmirik ki, bizim o psixoloqumuz İlhamə xanımın dediyi kimi daha sonra valideyn nələrlə üzləşəcək, bax onları görürük. Ona görə bu proqramları çox atmaq lazımdır. Buyurun. Bu çox önəmli bir məsələdir. İllər öncə bu məsələ qaldırılmışdı. Halbuki hazırki dövrdə boşanmağa ərizə verən insanlara psixoloji dəstək göstərilir. Bəli. Amma halbuki bu artıq keçmiş bir şeydir. İnsan boşanmaq istəyirsə artıq qərarlıdır. Buradan mən təklif vermək istəyərdim və illərdir bunun üzərində bir çaba göstəririk də ki, yeni ailə qurmaq istəyən gənclərə bununla bağlı ciddi bir məlumatlar verilsin. Bu ailə institutu ola bilər, fərdi insanlar ola bilər. Baxın, mən özüm psixoloqam, bəzən utanıram sosial şəbəkələrdə o dırnaq arası psixoloqam deyib insanları yalandan bir, belə deyim də, eyforiyaya gətirirlər. Amma biz çalışmalıyıq ki, gənclərə təkcə ailə qurub xoşbəxt olmağı, bir gənclə, bir oğlanla ailə qurub xoşbəxt olmağı izah etməyək. Onunla bərabər ailənin ağırlığı deyərkən uşağın dünyaya gəlməsinə hazır olmaq, uşağın hansı formada, belə deyim, dünyaya gəlməsinə sizin psixoloji hazır olmanız və bir uşağın sağlamlığı üçün, söhbət burada mental, psixoloji sağlamlıqdan gedir. Sağlam olması üçün sən necə bir şəxs olmalısan? Bu çox önəmlidir. Çox doğru. Reklamlar ayrılaq, əziz tamaşaçılarımız, reklamlardan sonra davam edəcəyik. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Davam edirik, əziz tamaşaçılarımız və hamiləlik dövründən danışdıq. Hamiləlik dövründə nələri etmək lazımdır ki, daha sonra sağlam uşaq dünyaya gətirəsən və nələri etməmək lazımdır ki, xəstə uşaq dünyaya gətirməyəsən. Bizim ekspertlərimiz danışdılar bu haqda. Yusifa xanımın da fikirləri maraqlıdır. Насчет беременности, как бы, да, есть заболевания, которые можно там разглядеть, и, наверное, я даже где-то согласна, что стоит такую беременность прерывать, хотя, опять же, я знаю многих женщин, которые бы не стали этого делать, но, к сожалению, есть очень много случаев. Yusifa xanım deyir ki, yaxşı olardı ki, onlar hamiləliyi bitirsinlər bu xəstəliyə görə. И какие из этих болезней? Ну вот смотрите, например, синдром Дауна могут определять с очень высокой степенью достоверности, да? При беременности. При беременности, да. Есть там другие заболевания, генетические в основном, да, генетические, хромосомные. Если про них думать, то как бы их можно все определить. Ну, во-первых, их очень много. То есть невозможно все вот взять и на все проверить. Потому что это просто невозможно. Müxtəlif ağır xəstəliklər var ki, hamiləlik dövründə artıq həkimlər bu xəstəliklə uşağınız doğulacaq. Artıq döldə bu xəstəliklərin elementləri özünü göstərir, açıq-aşkar göstərir analizlərin cavabında. Bunu valideynə deyirlər. Və hətta talasimiya xəstəliyini belə bir ananı müayinə edərkən bilinir və ona rahatlıqla söylənə bilər ki, sənin uşağın daşıyıcı olacaq. Əlbəttə ki. Televiziya proqramı olaraq nə heç kəsə bunu tövsiyə edə bilmərik, nə təklif edə bilmərik. Biz sadəcə olaraq əziz tamaşaçılarımız real hadisələr üzərindən müzakirəmizi aparırıq. Sadəcə olaraq sizin bizi dinləməyinizi istəyirik. Bax bu qədər. Продолжайте, пожалуйста. Təbii, sağlam olsun, gələcəyiniz üçün. А во-вторых, существует куча ситуаций, которые просто нельзя предвидеть. Вот, скажем, история Яны с Даником – это хороший пример, да? То есть беременность была нормальна, ничто не предвещало, все было хорошо. Bir çox hamiləliklərdə də bunu görmək olmur. Çünki hamiləlik çox normal keçmişdi.
və bu xanımın tarixi, yəni hekayəsini misal gətirir ki. И вдруг что-то пошло не так. То есть, может быть, врачи ошиблись, может быть, еще что-то произошло. Но, скажем, ya həkim səhv edir, ya nəsə baş verdi deyə. Да, вот, например, Даник или вот девочка, про которую я рассказывала, которая в Израиле, там тоже произошло внезапно. То есть внезапно случилось отслоение плаценты, понимаете? То есть маме уже вот-вот рожать, и вдруг раз отслоение плаценты. И ребенок просто умирает, понимаете? Его возвращают к жизни, но он уже поврежден. Qəfildən həmin o dölün plasentadan ayrılması baş verir. Qəfil baş verir. Yəni buna Cütdən görə ayrılması. Bəli. Və sanki burada uşaq artıq belə deyim də məhvə doğru gedir. Uşağı itirmək qorxusu var. Uşağı yenidən həkimlər həyata qaytarırlar, yaşadırlar. Amma necə yaşadırlar? Uşaqda onu soruşaq Yosifə xanımdan ki, ciddi problemlərlə. Что бывает? После отслоения плацента. Вы говорили. Отслоение плаценты? Да, ну, вообще это смерть для ребенка. Им просто, скажем так, они опоздали буквально на 10 минут, то есть они неслись в больницу. Əgər 10 dəqiqə, çünki uşağın qidalanması artıq dayanır. Tez bir müddətdə, hətta 10 dəqiqə ərzində də çatdırılmasa müəyyən xəstəxanalara artıq ölümlə uşağı itirmək mümkündür. Получается, то есть ребенок рождается мертвым, ребенка реанимируют, да, потом в каком он состоянии, это зависит от того, сколько времени он пробыл как бы без дыхания. Потом вот конкретно та девочка, она потом еще раз потеряла дыхание. То есть это зависит, сколько времени они потеряли реанимasiya neçə müddətə çatdırmaq lazımdır. Bax bunlar hamısı çox önəmlidir. А потом повторно снова потеря дыхания, там я не знаю сколько, да, и каждый раз ее реанимировали. Hər dəfə beyin nəfəsdən qaldıqca, bax bu beynin zədələnməsi ilə nəticələnir. Hüceyrələri zədələnir, bəli. Если говорить, например, про такие вещи, как там аутизм, умственная отсталость, да, там можно делать определенные прогнозы. То есть, скажем, если у мамы, допустим, сахарный диабет или у нее там нарушение функции щитовидной железы, то риск того, что родится ребенок с проблемами, он как бы сразу становится резко выше. Ну что сейчас таким мамам, не давать рожать или что? И опять же, нет гарантии, что ребенок будет плохой, да? Очень у многих таки рождаются нормальные дети тоже. Как быть? Burada Yosifə xanım deyir ki, əgər hansı analardakı şəkərli diabet və yaxud da ki, qalxana bənzər vəzidə, yəqin hipofiz vəzində hər hansısa bir problemlər varsa, burada artıq problemli uşağın doğulma ehtimalı da çoxalır və deyir ki, Yosifə xanım, indi bu analara doğmağı qadağan mı etmək lazımdır? Axı bir çox analar da bu cür problemlərlə sağlam uşaq dünyaya gətirə bilir. Ona görə də tibb bir çox məsələnin də belə deyim də sualına cavab verməkdə acizdir. Buna görə də yəni doğrudan həkimlərin də Если такие болезни есть у этих женщин, я то думаю, это судьба, наверное. Bunu İradə xanım deyir, bunu bir qismətə taliyə də var. Valla çünkü deyir ki bunu daha çox İradə xanım artıq yazıcı kimi, şairə kimi, yazıcı kimi danışır. Bu artıq məsələ nədədir? Amma bir yarısı sağlam doğulur, yarısı xəstə doğulur. Ümumiyyətlə, İradə cəmiyyəti... Amma bu genetikaya bağlıdır. Həmin o genetik kodlarımıza da bağlıdır ki, bizim genetikamız nə qədər sağlamdır ki, çünki genetikada belə bir şey var ki, əgər mənim genetikamda bir problem varsa, hansısa bir xromosomda və onun üçün münbit bir şərait olanda, məsələn, hamiləlik zamanı doğru qidalanmamaq və yaxud da ki, düzgün stres faktoru, müxtəlif bir faktorlar, pis şərait də həmin o genlərin, xəstə genlərin aktivləşməsinə səbəb olur. Eyni zamanda şükürlər olsun ki, bizdə qohum... qismətlə, tali ilə heç bir Bəli. Və çox təşəkkür edirik bizə dövlətimizə ki, qohum evliliklərinin qarşısını aldı. Çünki qohum evliliklərinin də bizdə Azərbaycanda qohum evlilikləri nigahından olan uşaqların xəstə doğulması statistikası var və bu da nə ilə bağlıdır? Həmin o dediyimiz kimi qohum evliliklərində xəstə genlərin üzə çıxması üçün münbit şərait yaradılır. Çox doğru, çox doğru. Burada artıq xəstəliklər belə deyim də özünü daha çox doğru. Mən çox istəyirəm ki, biraz da valideynlər haqqında danışaq. Mən bu yaxınlarda deməli Yosifə xanımın yenə bir sözlərini eşitdim. Maraqlı bir şeydən danışırdı. Deyir ki, bəs bir çox valideynlər uşaqlarını, yəni autizm əlamətləri özündə daşıyan uşaqlarını elə anlayırlar ki, uşaqlar evdə heç nəyi eşitmir,
heç nədən xəbərləri yoxdur və uşaqların belə deyək yanında ürəkləri istəyən sözü danışırlar. Lazım oldu, olmadı, uşağa aidiyyatı var, yoxdur. Sanki uşağı hesab edirlər ki, uşaq görməzdən gəlirlər. Uşaq sanki burada yoxdur. Və deyir, o valideynlər uşağın danışması üçün mərkəzlərə aparırlar, əziyyət çəkirlər ki, uşaq danışsın. Və bir vaxt deyir, uşaq başlayanda ki, danışmağa, uşaq deməli evdə olan, bitən, lazım oldu, olmadı, nə lazımdır, hamısını danışırlar da və uşağı da deyir, anlatmaq mümkün deyil ki, ay uşaq, bunu danışmaq olar, bunu danışmaq olmaz. Bu barədə istəyirəm ki, həm Yosifə xanım danışsın, eyni zamanda biz valideynlərimizi, dedim, tərcümə elədiniz, mən danışa. Aha, hə. Вы там сказали, что вам точно нужен говорящий ребенок. Вот есть такие дети, которые они получают bir düz xətt üzrə başa düşürlər. Очень интересно. Аутизм. Но это реально. Почему смешно? Это не смешно. Да, Смотрите, это вот реально, у нас да. уже было 2 таких случая, да? Aha, deyir, artıq 2 belə bizim hadisəmiz olub. Aha. Что действительно ребенок, который начинает разговаривать, он первым делом что делает? Он рассказывает все, что происходит в семье. Bəli, uşağın deyir, ilk işi ondan ibarət olur ki, o ailədə nələr baş verirsə, onlar haqqında danışır. Там был ребенок, который его bili дома. Ну, вы этого ребенка знаете, естественно, да. Так вот, ребенок... Bir dəqiqə o moment istəyirəm ki, просто в один прекрасный момент əziyyət verilmişlər. Ребенок начал говорить совсем хорошо, прямо удивительно. Он начал вот реально свободно разговаривать. И в какой-то день он говорит, там, меня побили вот таким-то образом. Я как бы понимаю, что за ребенок передо мной. Я решила, что он придумывает. Я, естественно, обратилась к его опекунам. Да, они говорят, да, побили. Aha. И не видят в этом nичего плохого. Dəhşətə baxın. Fiziki şiddət göstərildiyini bildirib və Yosifə xanım elə bilib ki, uşaq bunu uydurub. Çünki uşaqların elə yaş dövrləri var ki, onlarda fantaziyalar çox güclü olur, uydura da bilirlər və sonra həmin o himayətdarı uşağın bunu təsdiq eləyib ki, bəli, belə bir hadisə olub. Bu aldığı travmalardan uşaqda bu xəstəlik ola bilirmi? Tutaq ki, uşaq sağlam doğulub, допустим, ребенок родился здоровым, но в семье он получает какие-то травмы, психические травмы. Допустим, в семье родители ругаются, дерутся, я не знаю, много чего случается. Aha, əgər uşaq sağlam doğulubsa, baxın Şəlalə xanım gözəl bir sual verir və sonra ailədə uşaq deyək ki, şiddət görürsə, uşaqda bu kimi problemlər yarana bilərmi? Uşaqları çox görürük. Yəni uşaq sağlamdır, amma uşaq baxırsan ki, adi bir səs tonundan başlayır ağlamağa, içinə qapılmağa, çəkilir bir tərəfə. Yəni mən özüm çox təsadüf eləmişəm bu belə uşaqlara. Onda sonra da məlum olub ki, həmin ailədə nənə o qədər o ailədə problem yaradırmış ki, o ailədə olan problemi uşaq artıq qəbul eləyə bilmir. Uşaq ağlayır. Adi səs tonundan belə uşaq ağlamağa başlayır. Ona emosional pozuntu deyirlər. Yəni bax sonra da uşaqlarda belə şiddətin nəticəsi. Şəlalə xanımın verdiyi sualdan əslində mən belə başa düşdüm ki, yəni deyir əgər uşaq sağlam doğulur, amma sonradan bu problemlər üzündən autizm, serebral iflic olarmı? Yox, qəti şəkildə. Çünki autizm genetikdir, bu bir faktdır və həyati proseslər formasında o artıq formalaşır. Serebral iflicdə danışdıq necədir, Down-da necədir. Amma sizin dediyiniz məsələlərdən bu günləri cəmiyyətimizdə yetərincə problemli uşaqlar var. İstər uşaqlar və istər yeniyetmələrdir ki, xeyr, qazanılmış autizm yoxdur. Autizm 3 yaşına qədər belirlənir, dediyimiz kimi genetik faktlara dayanır. Bir də bir çox əlamətləri var. Ananın stres, hamiləlik dövründə aldığı stres, fiziki şiddət, psixoloji şiddət, qidalanma, ekologiya, qohumluq evlilikləri, ata-ananın qan uyğunluqları, ata-ananın yaşlı və yaxud da daha gənc olması. Bunlar bir neçə faktlar var ki, autizmin yaranmasına səbəb olan amillərdir. Amma sizin dediyiniz məsələlərdən heç vaxt autizm və yaxud da digər dediyiniz kimi xüsusi qayğı adı altında heç bir problem formalaşmayıb. Amma dediyinizlərdən bəli, İradə xanım da dediyi kimi emosional pozuntulu uşaqlar bugün yetərincədir. Çünki orada psixoloji artıq şiddət var, psixoloji şiddət var. Psixoloji şiddət ailədən qaynaqlanır, insanın daxilindən qaynaqlanır artıq və orada digər psixoloji problemlərlə biz üzə gəlirik. Отвечайте вопрос.
İradə xanım sual verdi əziz tamaşaçılarımız ki, siz tərcümə edin. İradə xanım sual verdi mənim əzizlərim ki, uşaq var ki, valideynin bir səsindən uşaq başlayır titrəməyə, ağlamağa və uşağın bu vəziyyəti nədir? Niyə uşaq adi bir səsin tonundan ağlamağa başlayır? Niyə? Yəni uşaq evdə şiddətmi gördüyünə görə ağlayır, yoxsa uşağın doğrudan da psixoloji problemi varmı, uşaq ağlayır? Смотрите, если ребенок боится родителей, да, то есть, например, папа ведет себя так, что у ребенка руки трясутся, то понятно, что ребенок не будет развиваться nормальным образом. Uşaq var ki, deyir, atasının deyir, bir səsindən deyir, əli ayağı əsir deyir. Aydın məsələdir ki, bu evdə atadan bu dərəcədə şiddət görmüş, qorxmuş uşaqlar normal şəkildə inkişaf edə bilməz. Onun normal inkişafında söhbət gedə bilməz. Aha, продолжайте. Хотите что-то? Что сказать? Сказать, что нужно как-то проводить с родителями какую-то полезную информацию, объяснять, да, что нельзя насилие в семье применять. Belə valideynlərin özünü müalicə etmək lazımdır. Mənim əzizlərim, dəyərli valideynlər, uşaqlarla doğrudan da çox yumşaq rəftar etmək lazımdır. Biz bunu dəfələrlə sizin diqqətinizə çatdırırıq. Ailə Yox, mən şiddətdən danışıram da, yəni uşaqlara yumşaq rəftarı biz gəlin görək hansı mənada anlayırıq. Yumşaq rəftarla fiziki və psixoloji şiddət olmadan onu biz hansı formada ayarlamalıyıq? Çünki yumşaq valideyn dediyimiz liberal valideynlər deyirik biz onu, yəni etinasız valideynlər. Bu günləri etinasız valideynlərin uşaqları küçük psixologiyasındadır. Yəni təzyiq olmadan, normal şəkildə. Təzyiq olmadan, məsəl üçün uşaq əgər oyuncaqlarını yerə tökübsə, biri var ki, valideyn gəlir, onun oyuncaqlarına da ayağı ilə vurur, uşağı artıq... Yox, mən Nurani xanım çox gözəl başa düşdüm. Burada sizi sadəcə olaraq valideynlər daha dəqiq anlasın deyə deyirəm ki, yumşaq deyərkən laqeyd, özgüvənsiz, tamamilə hər şeydən məsuliyyətsiz bir uşaqla valideyn olmaq demək deyil. Yumşaq o dövrdir ki, biz onlara bir şəxsiyyət olaraq yanaşaraq deməliyik. Sizin dediyiniz kimi, əgər bir oyuncağı uşaq yığmırsa, onun da bir səbəbi var. Burada valideyn rolu olmalıdır. Ən birincisi, valideyn özü yumşaq olmalıdır. Amma nə olur olsun, valideyn ciddi nəzarət altında uşaqları daha sağlam şəkildə özünü adekvat olmağa başqadır. Əgər valideyn özü əsəbidirsə, özü gərgindirsə və uşağa da nəyisə bu cür izah eləyirsə, bir də valideyn çox normaldır, özü sakitdir. Nurani xanım dediyi kimi, yəni həlimdir də valideyn. Yəni nəzarətdən kənar qoyum yox. Valideyn özü adekvatdırsa bu baxımdan uşağı da başa salır normal şəkildə. Bu olmaz, o olmaz. Mən burada bir dənə üzr istəyirəm. Çox xahiş edirəm. 30 yaşında tutaq ki, uşağı dünyaya gətirir və uşağa 30 yaşındakı kimi də rəftar edir. Uşaq 30 yaşında adam kimi hərəkət etməlidir. Bax, ora gəlmək istəyirdim mən. Axı uşağın yaşına bax, sən də 30 yaşında. Biz valideyn olaraq burada unuduruq ki, öz xarakterimizdən çıxış edirik. Xeyr, bu düzgün yanaşma deyil. Mən çox sərt bir insan ola bilərəm xaraktercə. Amma o demək deyil ki, uşağıma sərt rəftar etməliyəm. Və yaxud da mən çox sakit, çox səbirli, çox belə etinasız bir valideyn olaram. Mən uşağıma da o cür yanaşmamalıyım. Bayaqlar bir mən başında dedim ki, sözümün ki, biz valideynlik məktəbini doğru şəkildə sunmalıyıq ki, sən valideyn olaraq övladına necə yanaşmalısan? Məsələ bundadır. Əgər bu yanaşmanı tutsaq, bizim çox sağlam uşaqlarımız olacaqdır. Biz bugün hansısa valideyni deyə bilmirik ki... Uşağın yerində özünü qoymalısan. Sən fikirləşirsən, mənim 30 yaşım var, 5 yaşlı uşağa deyirsən ki, sən mənim kimi olmalısın, mənim kimi fikirləşməlisin. Baxın, İradə xanım, Və əziz tamaşaçılarımız, çoxlu bizə suallar yazırsınız. Birini qoyub birinə keçirəm, bilmirəm. İstəyirəm ki, çox suallarınızı verək. Bax, daha çox suallardan biri budur ki, məsəl üçün valideynlər narahat olurlar ki, uşağın pis yaddaşı var. Uşağın yaddaşı yoxdur, konsentrasiya olmur uşaq, bir şeyə fokuslana bilmir uşaq və uşağın fikrini nəyəsə yönətmək istəyirsə, deyək ki, məsələn, uşaq vurma cədvəlini əzbərləyirik, hə? Nə bilim, 2 dəfə 4 neçə eləyir, bunu 100 dəfə uşağa deyirsən ki, 8 eləyir, bir də fırlanırsan, gəlirsən ki, 2 dəfə 4 neçə eləyir, deyir 15 eləyir. Diqqət yayınlıqlığı var. Bax, bununla bağlı...
Pozuntu yoxdurmu uşaqda? Aha, reklamlara ayrılırıq əziz tamaşaçılarımız. Reklamlardan sonra həmən bax bu sualımızın cavabını bizim mütəxəssislərimizdən alacağıq. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Davam edirik əziz tamaşaçılarımız. Bizim maraqlı bir sualımız vardı. Госпожа Йосифа, значит так, если родитель заметил у своего ребенка плохую память, низкую концентрацию внимания, очень большие отвлекания, что нужно делать? Нужно отправиться к кому? Нейропсихологу или психологу? Сначала нужно отправиться на кухню. Почему? Потому что очень много детей в наше время имеют нарушение концентрации внимания, потому что их неправильно кормят. Aha, deyir, çox uşaqlarda deyir, diqqət yayınıqlığı ondan irəli gəlir ki, uşaqları düzgün qidalandırmırlar. Maraqlı cavabdır. Aha. Суют детям кусок хлеба, сладкое, 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 утром сладкое, в обед сладкое, вечером сладкое, на перекусы тоже сладкое. То есть понятно, что у такого ребенка будет нарушение, скажем так, определенное нарушение метаболизма, у него будет нарушение концентрации внимания. Səhər də uşaqlar deyir şirin yeyirsə, günorta da şirin yeyirsə, axşam da şirin yeyirsə, ümumiyyətlə uşağın qida rasionunda ərzaqların böyük əksəriyyəti şirniyyatdırsa, təbii ki, bu uşaqda nə olacaq, hörmətli psixoloqumuz? Artıq bu bir sıra problemlərə yol açır. Fast food yeməklərindən uzaq durmaq lazımdır. Qazlı içkilərdir. Və şirin qazlı içkiləri dedi. Вот что нужно есть? Значит, за этим еще в самом детстве идут, скажем так, если сами не знают, можно обратиться к врачу-педиатру, и врач должен дать полный расклад, что ребенку нужно кушать, в каких количествах. Сколько ему нужно мяса, сколько ему нужно овощей, сколько ему нужно круп, сколько ему можно сладкого, да, то есть это все нужно начинать с детства. Həkim təyin eləyir ki, artıq uşaq nə qədər zülal yeyəcək, nə qədər yəni tərəvəz, meyvə, ət məhsullarından istifadə eləməlidir, yəni onun kalorisini bilməlidir ki, və nə qədər də şirini yeyə bilər. Yuxu önəmlidir. Mütləq yuxu önəmlidir. Вот, если это все налажено и у ребенка все еще сохраняется нарушение концентрации внимания, то тут да, тут уже стоит пойти уже и к психологу, и к неврологу и проверить, что с ребенком происходит. Artıq deyir bundan sonra əgər yeməyində hər şey normaldırsa, buna deyir ki, hər tərəfli qidalanır da uşaq. Həm zülal qəbul edir, həm karbohidrat qəbul edir, meyvə, tərəvəz, şirniyyat hamısını belə deyim də normal şəkildə qəbul eləyirsə və yenə də uşaqda siz deyən problemlər varsa, burada artıq mütəxəssislərə müraciət etmək lazımdır. Mən düşünürəm ki, birinci nevroloqa müraciət etmək lazımdır ki, baxılsın ki, uşağın beynində hər hansısa bir struktur və yaxud da ki, funksional bir dəyişiklik yoxdurmu, hər hansısa bizə də yoxdurmu? Ola bilsin ki, uşaq zədə alıb, beynin hər hansısa bir yaddaşa və yaxud da ki, diqqətə cavab verən nahiyəsi ilə bağlı ki, uşaqda problem olsun və digər məsələ artıq diqqət əksikliyi problemi var. Bu artıq diaqnozdur ki, diqqət əksikliyi və hiperaktiv olan uşaqlar diqqətsiz olurlar. Çünki burada onlar, ümumiyyətlə, yaddaşın burada heç bir günahı olmur da. Əgər nevroloq müəyyən elədirsə, heç bir problem yoxdursa, deməli, uşaq diqqətini vermir. Çünki yaddaş diqqətdən sonra gəlir. Əgər mən diqqətimə almamışamsa, nəyisə, mən onu yaddaşıma yaza bilmərəm. Elə bir ki, məsələn, necə bugün bizim operatorlarımız çəkirlər, biz sonra ona baxacaq, yaddaşda qalacaq. Eyni şeydə bizim beynimiz icra edir ki, mən ona əgər çəkməsəm, çəkməliyəm mən. Tutaq ki, burada oturan xanımları çəkməsəm, baxmasam onlara, mənim gözüm çəkir də. İndi burada bizim hər birimizin gözü. Bir də ki, burada uşağın... Mən sizə təşəkkür edirəm. Bizim operatorlarımızın bu gərgin, əziyyətli zəhmətini bax belə dəyərləndirdiyinizə görə. Eşq olsun sizə uşaqlar. Gəlin operatorlarımızı bir alqışlayaq. Alqışlayaq.
Yəni Nurayna xanım, əsas məsələ Əziyyətimizi çəkirlər budur. tamaşaçıların, televiziyanın. Burada ola bilsin ki, uşağın Bəli. diqqətə cavab verən beynində həmin o sinaptik əlaqələr filandır ki, tormozlanma baş verir və yaxud da ki, oyanma baş verdiyindən artıq bu digər məsələdir ki, bunu araşdırmaq lazımdır həkim səviyyəsində ki, burada bir problem. Burada artıq müalicə təyin olunur, psixoloq heç bir şey eləyə bilməz. Əgər uşağın diqqətində belə bir problem varsa, sinir impulslarının keçiriciliyi ilə bağlı. Patoloji halda təbii. Про концентрацию мы говорили. Вообще, смотрите, сегодня... Кому нужно обратиться? Наш психолог сказал, что только после этого, как вы сказали, нужно обратиться к психологу или неврологу. Birinci nevroloqa gedib Смотрите, dəqiqləşdirib есть сегодня очень много детей, у которых есть, скажем так, проблемы с обучаемостью, да? öyrənmə çətinliyi То olan есть это не только расстройство концентрации внимания, это такие вот проблемы, как дислексия, там бывают еще различные там нарушения, да. öyrənmə çətinliyi olan И uşaqlar. это на самом деле уже говорит о том, что у ребенка есть повреждения в определенных областях головного мозга, и с этим тоже надо что-то делать. Və öyrənmə çətinliyi olan uşaqlarda beynin hər hansısa bir nahiyəsində problem olduğu üçün onlar öyrənmə çətinliyinə məruz qalırlar. Получает не пятерка, а тройка, значит, у него что-то обязательно не хватает Deməli, uşaq var ki, məsəl üçün məktəbə gedir, digər uşaqlar kimi hamı 5 alır, o 5 almır, o 3 alır. Çünki oxuma problemi var Uşaqda nəsə bir problem yazma var. problemi var, hesablama problemi var. Bir danışaq. именно неврологу. Onda deyir, belə uşaqlarla bağlı deyir, nevroloqa Сначала müraciət я etmək думаю, что lazımdır. лучше к психологу, а потом к неврологу, потому что сначала есть Birinci növbədə psixoloqa Потому getmək что есть lazımdır. очень много Sonra состояний, nevroloqa. из которых rебенок выходит самостоятельно. Çünki çox məsələlər var ki, Da. uşaq deyir, öz-özünə çıxa deyir, bilir. psixoloqun təsiri ilə öz-özünə deyir, çıxa bilər. Yəni, burada dərman müalicəsindən falan söhbət getmir əziz tamaşaçılarımız. То есть если вот такое нарушение небольшое, то есть очень высокий шанс, что ребенок это сам перерастет. И тогда Özü вот inkişaf помощь, edəcək, uşaq скажем, deyir, bu vəziyyətdən психологов, çıxacaq. Допустим, до 6 класса ребенок учится плохо, а вдруг он может с 7 класса начинать... Ola bilər deyir, məsəl üçün 6-cı sinifə qədər uşaq deyir, çox pis oxuyub. Ola bilər deyir, 7-ci sinifdən uşaq başlasın yaxşı oxumağa. Насчет этого, значит, в первую очередь нужно обращаться к психологу. Buna görə deyir, birinci Если не növbədə deyir, помогает, psixoloq потом, aparmaq lazımdır uşağı. Deyək ki, uşaq 5-6-da oxuyur, Смотрите, yaxşı нужно oxumur. понимать, что с ребенком происходит. Да? Birinci deyir, Если düşünmək ребенок все-таки lazımdır və развивается, araşdırmaq идет lazımdır. вперед, Uşaqda nə baş verir? то с nебольшой помощью он может вполне dogнать. Ola bilər и ona уже deyir, дальше быть как yüngülvari все, bir ona Bir də ki, burada təkanla o uşağın artıq maraq normal dairəsi halına də rol gələ bilər. oynayır. Uşağın maraq dairəsi mühüm rol oynayır, motivasiyası lazım deyil. Məsələn, o dərsi o sevmir. Deyir ki, mənim nəyimə lazımdır bu dərsi, istəmirəm. Valideyn deyir ki, uşağım diqqətsizdir və yaxud da yaddaşı zəifdir. Amma uşağının yaddaşı Siz da var, bilən diqqəti də müəllimdən də var. asılıdır mı bu? Əlbəttə, müəllim də deyir ki, uşaq bir səhv eləmirəmsə Höte deyir ki, uşaq sevdiyindən öyrənər. Yəni onun belə bir sözü var. Bəli, əgər çünki o uşaq da hələ ona lazım olacağını bilmir, Çünki nəyin mən ona nəyə vacib görə olacağını. deyirəm, biz oxuyan vaxtları bizim çox yaxşı bir tarix müəllimimiz var idi, Abil müəllim. Allah ona rəhmət eləsin, rəhmətə gedib. Bütün sinifdə 2 alan uşaqlar imенно Abil müəllimin dərsindən 5 alırdı. Çünki onu sevirdilər. Müəllimi sevirdilər. Ona görə də o fənni sevdirirdi. Uşaq oxumur. Mənim qohumlarıma deyirlər ki, bu uşaqlarda diqqət yayınıqlığı var və siz bu mövzuda Nurayna xanım çox təşəkkür edirəm ki, sizə. Bu mövzunu düzün, mən də özümkilərə, qohumlara deyəcəyəm. Deyir ki, uşaqda diqqət yayınıqlığı var və sən necə müəllimsən ki, uşağa onu anlata bilmirsən. Əgər uşaq elədirsə, siz deyirsiniz ki, birinci psixoloq, hə? Amma yenə müəllimdən də İlhamə xanım da düzdür ki, müəllimdən də çox şey asılıdır. Axı müəllim uşağı dərsə bağlamalıdır. Yox. Mən gəlin İradə xanım, məsələyə bu cür yanaşaq da. Bax, bugünkü dövrün uşaqları tam fərqli bir uşaqlardır və bu günləri hibrid sistemində olduğumuza görə biz uşaqlardan hər şeyi maksimum 100%-dən istəyə bilməyəcəyik, bəli. Yusifə xanımın dediyində də həqiqət var, düz deyir. Niyə? Nevroloqun psixoloji problemləri bilmək kimi bir məcburiyyəti yoxdur. Ona görə də psixoloji problemləri, psixoloji gedən nüansları o incələyə bilməyəcəkdir. Amma mütəxəssis psixoloqdan söhbət gedir.
mütəxəssislərdir. Əlbəttə ki, uşaq psixologiyasını və yeniyetmə psixologiyasını yaxşı bilən mütəxəssisdən ki, o artıq oradakı proseslərin psixoloji olduğunu mu, yoxsa patoloji hal olduğunu mu dəqiq deyəcəkdir. Psixoloji hal nədir? Ailədəki münaqişələr, ailədəki yaşam tərzi, ailənin ümumiyyətlə strukturu necədir, forması necədir, yanaşma mümkün deyil. Bilirsiniz, uşaqda yaranan hər bir şey ailədən gələn problemdir. Uşaq çöldə böyümür, küçədə böyümür, ailədə böyüyür. Biz burada ataya, anaya da baxacağıq da. Əgər ata diqqət əskikliyindən əziyyət çəkirsə, deməli bu uşaqlardan hansındasa bir o problem olacaqdır. Və yaxud da ananın ola bilər ki, şizoid tipindədir. Nədir şizoid tip? Daha emosionaldır, daha hər şey belə ağlayaraqdan, qışqıraraqdan, narahat bir vəziyyətdə deyil. Orada uşaqlarda bir problem yaranacaqdır. Ailəyə müdaxilələr var. 2-ci, 3-cü nəsil yaşayan ailələr var. Tutaq ki, nənə, baba yaşayan ailələr var. Bugün onların mürəkkəb bir həyat quruluşu var. Orada böyüyən uşaqların təbii ki, psixologiyası fərqli olacaqdır. Və bugünkü uşaqlar telefon, planşet, televizor önlərindədir. Diqqət əskikliyini yaradan, davranış pozuntusunu yaradan, emosional pozuntunu yaradan o qədər səbəblər var. Çoxlu səbəblər var. Və psixoloq bu səbəbləri ortaya çıxardır və valideynə düzgün istiqamət verir ki, biz nəyi düzəldəcəyik? Baxın, şəxsən mən öz adıma deyirəm ki, biz gündə bəlkə də 10-15 yeniyetmə uşaq böyükləri qəbul edirik də. Ona rağmen biz elə uşaqlar var ki, valideyninə deyirik ki, sən uşağını çək, çünki uşaqda heç bir problem yoxdur. Birinci siz düzəlməlisiniz, sizin münasibətləriniz, rəftarınız düzəlməlidir. Bunu etdikdən sonra uşaq avtomatik düzəlir. Nə ediriksə biz heç nə etmirik. Doğrudan belədir. Elə uşaqlar var ki, biz onu dəymirik. Uşaq məktəbə getmək istəmir. Yanaşmadır. Niyə getmək istəmir? Baxın, 2 gün bundan öncə olan hadisəni deyim sizə. Valideyn gətirib, bir uşağın məktəbə gəlmək istəmir. Niyə? Getmək istəmir belə. Məlum olur ki, uşaq tutaq ki, 6 ay bundan öncə bir xəstəlik keçiribdir. Bu dövrdə uşaq 2 ay davamlı məktəbə getməyibdir. Ata da deyib ki, sən bundan sonra necə istəsən, sənin həyat tərzin elə olacaq. Və uşağın yaşına baxırıq. Hansı yaş aralığındadır? 12-13 yaş. Yeniyetməlik dövrünə keçiddə. Artıq uşaq manipulyasiya edir valideyni. Mən məktəbə gedə bilmərəm. Gedən kimi xəstələnəcəm. Və məktəbə getmə problemi, baxın nədən üzə çıxır. Problemə baxın. Belə problemi çox rahatdır. Psixoloq araşdırır. Nevroloq bu da nə qədər dərman da yazsa, iğnədə yazsa, bu sağalmayacaqdır. Deməli ki, psixoloq hər bir ailəyə lazımdır, mənim əzizlərim. Və Nuranə xanım, burada biz bunu da vurğulayaq. Həqiqətən sağlam və peşəkar mütəxəssis olmalıdır. Çünki uşaq psixologiyasını, yeniyetmə psixologiyasını bilməyən psixoloq bu məsələlərə də yanaşa bilməyəcəkdir. Sinir sistemini bilməlidir, mərkəzi sinir sistemini tanımalıdır. Lazım olanda fizioterapiyanı bilməlidir ki, yanaşmaları doğru şəkildə ayarlasın. Ki, valideynlərə deyəndə ki, uşağını və sən özün psixoloqa get, onlar sanki özlərində bir qəribə bir hal yaranır ki, mən dəliyəm və yaxud da ki, mənim uşağım dəlidir, mən psixoloqa gedim. Düşkünlər olsun ki, amma indi sevindirici çox təəssüf, yəni psixoloqa getmək, mən onu demək istəyirəm ki, yəni psixoloqa getmək o demək deyil ki, sən dəlisən. Yəni əslinə qalsa hər bir insan, burada oturan elə bir hər bir şəxsin də psixoloqa ehtiyacı var. Mənim hamıdan çox ehtiyacım var. Qeyd edim ki, psixoloq normal insanlarla işləyir, psixiatr dərman müalicəsindən işləyir. Bu çox sadə bir şeydir. Və əziz tamaşaçılarımız, bizim Slovakiyadan proqramımızda qonağımız var. Baxın, bu xanım 5-ci dəfədir övladının xəstəliyi ilə bağlı Bakıya gəlir, Azərbaycana gəlir və Berdavid mərkəzində David və Yosifanın müalicəsi üçün gəlib. Və mən də çox sevinirəm ki, bugün bizim ölkəmizə dünyanın müxtəlif ölkələrindən övladının müalicəsi üçün gələn valideynlər var. Və bu valideynlərin böyük əksəriyyəti, baxın, bir nümunəsi ilə hal-hazırda bizim studiyamızdadır. Biri var, bir dəfə gəlir, gedir, daha geri dönmür. Biri də var ki, valideyn 5 dəfə gəlir. 5 dəfə gəlirsə, demək ki, o Azərbaycanda gəldiyi, bax bu mərkəzdə artıq bir xeyir görüb ki, uşağı üçün gəlir. Və indi soruşaq ki, görək indi uşağın vəziyyəti indi necədir? Сейчас в каком состоянии ваш ребенок? Расскажите нам. Ну, с ним, по крайней мере, можно жить рядом. Aha, buyurun, buyurun. Tərcümə edin, zəhmət olmasa, indi deyir. Aha. До этого вся наша жизнь была подчинена исключительно его нуждам. Сейчас мы хотя бы иногда можем выспаться, иногда можем куда-то сходить с ним, в том числе съездить. Даже с ним. Слава Богу. Ага. Как он себя ведет, когда вы куда-то с ним Bir yerə gedəndə onunla uşaq özü necə aparır? Ну, вы знаете, на удивление, он себя ведет лучше, чем дома. Вот, например, со мной наедине он больше капризничает.
А где-то в обществе, так как он слышит, он не видит вообще практически. У него есть только слабая светочувствительность, но он очень хорошо слышит. Слух не пострадал, к счастью. Görmə qabiliyyəti amma çox çox zəifdir, amma eşitməyi çox yaxşıdır. Bu arada görmə qabiliyyəti olmayan insanlar, uşaqlar ümumiyyətlə çox gözəl eşidirlər, mükəmməl. Çünki mən deyirmənlə tək olanda o daha aqressiv olur. Ancaq biz bir yerə gedəndə o özünü daha belə rahat aparır. Rahat aparır. Cəmiyyət içində sakit aparır özünü. Sosiallaşıb da artıq. Təsiri var. И вот даже несмотря на его такое тяжелейшее состояние, по нему видно, что он очень общительный, вот по своей сути был, должен был быть, если бы он так не пострадал. Əgər normal uşaq olsa deyə çox Да, он нет, нисколько не разговаривает. А он что ест, например, когда вы куда-то идете, например, в ресторан или куда-то? Вот это тоже большое продвижение благодаря Йосефе и Давиду. Yosefəyə təşəkkürümüzü bildiririk ki, Если я раньше везде с ним бегала с бутылками, с перемолотой едой, с молоком, то сейчас я совершенно спокойно могу с ним пойти хоть куда, Amma Yosifə xanımın bizə bax bu yaxşılığından sonra, müalicələrindən sonra artıq rahatlaşmışıq. Gedə bilirik. Artıq getdiyimiz yerlərdə nəsə ona da yumşaq bir şey sifariş eləyib. Nə gözəl. Ki bizimlə bərabər. Artıq deyir özümlə bərabər nəsə bir keçirilmiş, blenderdən keçirilmiş. Söhbət əziz tamaşaçılarımız ağır serebral iflic uşaqdan gedir. Baxın görürsünüz ana nə qədər irəliləyişlər haqqında danışır. Və biraz öncə mən sizin diqqətinizə çatdırdım ki, bizim Ankarada hal-hazırda daimi ekspertimiz olan Səbinə xanım bizim Azərbaycanlılarımızın ümumiyyətlə deyək ki, qardaş Türkiyədə hər hansı bir klinikada müalicə alması üçün, əməliyyat olunması üçün onlara necə dəstək olurlar. Bax bununla bağlı ümumiyyətlə necə getmək olar? Bu yol ümumiyyətlə çətin bir yoldur. Bax bu çətin yolu asanlıqla necə qət etmək olar? Bununla bağlı çox istərdim ki, indi hal-hazırda telefon xəttindədir Səbinə xanım. Salam deyək Səbinə xanıma və Səbinə xanım bilmək istəyirəm ki, ümumiyyətlə bax bizim Azərbaycanlılarımız, bir Azərbaycanlımız gəldi ora. Siz onu necə qarşılayacaqsınız, necə yerləşdirəcəksiniz? Qısa olaraq bu haqda bizə məlumat verin. Alo. Transfer həkimlərlə itab keçib və bu göstəricilərdən sonra xəstə gəlir, xəstəxanada yatır, əməliyyatı oldusa olur, müalicə oldusa olur, check-up olundusa olur, nə lazımdırsa. Həkim məsləhətlərindən keçəndən sonra xəstə geri transfer göndərib havalana, yola salırıq və xəstə bizə təzədən arama edir 1-2 həftə içində ki, Səbinə xanım, biz belə olduq, yaxşı olduq, biraz narahatçılığım var, bunu xahiş edirik, həkimlə danışa bilərsinizmi? Mən o xahişi nəzərə alaraq onu da edirəm və onlaynla da müalicələr elətdiririk. Xəstə gəlib, müalicəsini alıb gedibsə, təzədən 2 ay, 3 ay sonra gəlməlidir, imkanı çatmırsa, onlaynla biz həkim, bizim işçilərdən, yox mən özüm də oluram, yox da xəstənin özü zom yaradıb, ödəməsini xəstə öncədən keçirir, zom yaradıb və həkimlə bir 15-20 dəqiqə danışmalar, analizlər, hamısı həll olur. Bəzi xəstələr də bizdən, məsələ, dərman tapa bilmirsə, həkim onlayna müalicə yazıbsa, dərman tapa bilmirsə, xahiş edirsə, ona da yardım edirik. Dərmanlarını biz buradan alıb oraya göndəririk. İstər nə xəstəliklər olur olsun, hamı sağlam olsun, yəni hamısı bərabər. Ən çox da biz dövlət xəstəxanalarına Türksoy bəlgəsi aldırıb, Türksoy bəlgəsinin dövlət xəstəxanalarına elətdiririk. Çünki özəl xəstəxanalar çox baha olur. Gələn xəstələrin imkanı çatmır. Təşəkkür edirəm sizə, Səbinə xanım, minnətdaram. Nə gözəl, əsas dövlət xəstəxanaları ilə əlaqələrin daha da gücləndirilməsi, inkişaf etdirilməsi, bax bu yaxşıdır. Bizim vətəndaşlarımız üçün bu daha yaxşıdır. Təşəkkürümü bildirirəm sizə və sizin komandanıza, bax Azərbaycanlılarımız üçün belə gözəl xidmətlər göstərirsiniz. Var olasınız, eşq olsun sizə. Şəlla xanım, deyəsən siz də həmən komanda ilə bir, belə deyim, tanışlığınız var.
Tanışlığımız, əvvəla mən Səbinə xanıma şəxsən mənim üçün, mənim müalicəm üçün elədiyi köməkliyə görə çox təşəkkür edirəm. Həqiqətən də dediyi kimi birbaşa münasibətimiz oldu. Həm də mən Səbinə xanımı öncədən tanıdığım üçün, daha etibarlı insan bildiyim üçün birbaşa ora yəni müraciət elədim. Çox sağ olsun, yaxşı qarşıladılar məni, həqiqətən də hava limanında da qarşıladılar. Yəni Səbinə xanımın bizi qarşılaması çox üçün gözəl. öncədən tanımağımıza ehtiyac yoxdur. Bəli, çox bir gözəl. Bir kifayətdir. Birbaşa həkimlə danışdırdı, əvvəlcədən də bütün kağızlarımı mənə aid olan... Sizin yanınızda oldular sona qədər? Sona qədər yanımda oldular, hər bir anımda yanımda oldular. Siz oraya kimləsə getmişdiniz, yoxsa tək getmişdiniz? getmişdiniz? Tək getmişdim. Hətta bizim bir videorolikimiz də oldu. Mən özüm dedim ki, yəni çünki mən özüm də çox istəyərdim ki, bundan insanlar yararlansınlar. Məni qəşəng qarşıladılar, yaxşı apardılar, yerləşdirdilər, hara lazımdır. Həkimlə birbaşa özüm danışdım, bütün analizləri götürdülər. Qiymətləri də orada sağ olsun Səbinə xanım bizə orada xüsusi endirimlər oldu, bəli. Sonra dövlət xəstəxanalarına yerləşdirdi, orada həkimlər, laboratoriyadan da keçdim, həkimlərdən də keçdim. Hətta belə bir... Bütün bu prosesdə sizin yanınızdaydılar? Bütün prosesdə, onun komandası da, yəni özü olanda özü, olmayanda komandası, işçilər var, yəni aparırlar, gətirirlər. Həkim xüsusi, yəni çox yaxşı belə xidmət göstərirlər. Bəli, əla işləyirlər, çox razı qaldım. Nə vaxt sizinlə sağollaşdılar? Hələ sağollaşmırıq biz, baxmayaraq ki, mən buradayam. Yəni Türkiyədən Azərbaycana gələndə nə vaxt onlardan sağollaşdınız? Oradan çıxmamışdan bir gün qabaq, yəni həkimlərlə danışdıq. Hava limanına qədər gətirdilər mi sizi? Hava limanına qədər, bəli, o sözsüz əvvəldən dedim. Qarşılayanda da, yola salanda da gətirdilər, yola saldılar. Hətta mənə dedilər ki, əməliyyatsız müalicə olunacaqsa, mən əməliyyat üçün getmişdim. Amma məni əməliyyatsız müalicə elədilər, sağ olsunlar. Çox razıyam. Əla, çox gözəl, çox gözəl. Hər kəsə can sağlığı arzu edirik və belə bir komandanın da işində doğrudan da uğurlar arzu edirik mənim əzizlərim. Və proqramımız davam edir, əziz tamaşaçılarımız. Yenə də valideynlərin nəzərinə çatdırmaq istəyirik. Əgər övladınız doğrudan da xüsusi qayğıya ehtiyacı olan uşaqdırsa, mənim əzizlərim, siz diqqətli olmalısınız. Uşağa qarşı demirəm, özünüzə qarşı. Biraz öncə Ramidə xanım nə gözəl söylədi. Özünüzdən başlamalısınız. Siz özünüzdən başlayıb, özünüzün davranışlarınızı düzəldəcəksinizsə, uşaq da sizə baxıb, dəyişiləcək və düzəlməyə doğru gedəcək, inkişafa doğru gedəcək. Reklam dəqiqələrimizə ayrılaq. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edir. Davam edirik əziz tamaşaçılarımız. Mən bir daha Bir David Mərkəzi haqqında məlumat verim. Mənim əzizlərim, övladınızda autizm problemləri varsa, serebral iflicdən əziyyət çəkirsə, hər hansı bir nevroloji problem varsa, inkişafdan geri qalıbsa, əqli gerilik, bax belə bir simptomlar yaşayırsa uşaq, Bir David Mərkəzinə Yosifa Eyxelə, David Eyxelə müraciət edə bilərsiniz. Bu mərkəz 20 ildən artıqdır fəaliyyət göstərir. Bugün onlar Azərbaycandadılar. Üzümü tuturam bizim dəyərli Azərbaycanlılarımıza. Baxın, Slovakiyadan bizim proqramımıza bir valideyn gəlib. Hər dəfə siz bizim proqramımızda müxtəlif ölkələrdən gələn valideynləri görürsünüz. Bu valideynlər əgər Bir David Mərkəzində övladlarının irəliləyişini, inkişafını görməsələr, onlar ikinci, üçüncü dəfə gəlməzlər. Slovakiyadan gələn valideynimiz 5-ci dəfədir gəlir Azərbaycana və övladı serebral iflicdən əziyyət çəkir. O adam sizcə, gəlin düşünək, əgər 5-ci dəfə gəlirsə, demək ki, bir inkişaf görür, uşağında bir irəliləyiş görür. Ona görə mən də üzümü tuturam sizə, dəyərli Azərbaycanlılar, sizin də övladınızda belə bir problemlər varsa, bax elə bu dəqiqə zəng edə bilərsiniz. 055 627 37 70 nömrəsi ilə əlaqə saxlayın. Bizim ikinci sponsorumuz isə bizim dəyərli professorumuz İradə
İradə xanımın rəhbərlik etdiyi Vertebra Onurğa Mərkəzidir. Diqqətinizə çatdırıram. Vertebra Onurğa Mərkəzi may ayının 5-dən 10-una qədər Almaniyadan Şors üslubu ilə təlim keçəcək dəyərli bir professoru Azərbaycana dəvət edib. 5 gün müddətində reabilitoloqlar və fizioterapevtlər siz də bu təlimlərdən istifadə edə bilərsiniz. Şors üslubu bugün vertebrologiya sahəsində dünyada tanınmış bir üslubdur ki, siz onu öyrənib daha sonra öz işinizdə tətbiq edə bilərsiniz. Və canlı pasiyentlər üzərində keçiriləcək bu təlim eyni zamanda nəzəri hissəsi olacaq və siz sonunda, təlimlərin sonunda beynəlxalq səviyyədə, beynəlxalq dərəcəli sertifikatlar əldə edəcəksiniz ki, bu sertifikat da daha sonra sizin bir fizioterapevt olaraq, reabilitoloq olaraq işinizdə, inkişafınızda sizə yaxından dəstək olacaq, kömək olacaq. Elə bu dəqiqə zəng edirsiniz və təlimlər üçün qeydiyyatdan keçə bilərsiniz. 055 və 051 ilə 949-1616 nömrəsi ilə zəng edin. Siz də bu gözəl, həm də xeyirli bir, sizin gələcəyiniz üçün xeyirli bir təlimlərdən istifadə edin. Təşəkkürlərimi bildirirəm dəyərli bizim professorumuz İradə xanım Hacıyevaya, bütün dünyada tanınan Azərbaycanlı həkimimizə, professorumuza. Belə, davam edirik mənim əzizlərim. Son olaraq mən istəyirəm ki, valideynlərə bir daha üzümüzü tutaq. Biz proqramımızın əvvəlində nə söylədik? Proqramımızın əvvəlində söylədik ki, biz o uşaqların davranışını düzəltməyə çalışmayaq. Biz öz davranışımızı düzəldək ki, uşaqlar bizə baxsınlar, düzəlsinlər. Bax, bununla bağlı istəyirəm ki, valideynlərə bir çağırış edəsiniz, dəyərli bizim mütəxəssislərimiz. Yosifə xanım, başlayalım sıvam. Пожалуйста. Tərcümə elədiniz mi? Aha, buyurun. Что надо себя изменить? Да. Знаете, я думаю, что дело в том, что очень многие родители просто не знают, как обращаться с детьми. То есть, например, они считают, что если ребенка нельзя наказывать, то это значит позволить ему все. Ага. Вот, а любое как бы... cezalandırırlar. Unuttum. Еще раз скажите, пожалуйста. Любое, скажем, вот, а любое требование ограничения, они воспринимают, что это нужно именно наказывать, то есть нужно там пошлепать, там в угол поставить и так далее. Müəyyən məhdudiyyətlər qoymağı və cəza verməklə səhv salırlar, bəli. Məhdudiyyətlər qoymaq lazımdır, amma bu o demək deyil ki, uşağa cəza verilsin. Yəni uşağı vurmaq, uşağı küncə qoymaq, bax bu kimi şeylər qəti olmaz. Amma məhdudiyyətlər qoymaq lazımdır. Понимаете, родители ведут себя со своими детьми так же, как их родители вели себя с nimi. Valideynlər onlara öz valideynləri necə rəftar eləmişdirsə, o cürdə öz uşaqlarına rəftar edirlər. Bilirsiniz Nurayna xanım, bizim dövlətimiz çox inkişaf eləmiş bir dövlətdir. Beləsi mütəxəssislər də gəlib burada işləyirlər. Siz baxın ki, haralardan insanlar gəlir öz evlatlarının sağalması üçün mücadilə eləyirlər. Mən çox valideynlərə üzümü tuturam, hansı ki, addım başı rastlaşıram şəxsən, mən hər dəfə gələndə görürəm, bəzi insanlar var ki, bu şeydən çox əziyyət çəkirlər. Yəni, gəliblər, uzağa getməyə ehtiyac yoxdur. Buradadılar. Buradadırlar, yəni, bir 3000-4000 kilometrdən gəlib bu insan öz evladını müalicə eləmək üçün. Yəni, amma buradan öz içimizdə olan bir insanlardan niyə istifadə eləməyək? İstifadə etmək. Çox gözəl bir mütəxəssis işləridir ki, bunlar görürlər. Yəni, sağ olsunlar həqiqətən də. Çox razıyıq. Мы очень благодарна за то, что вы здесь. Nurayna xanım, mən burada bir məqama toxunmaq istəyirəm. За ваш любовь. Но люди приезжают из разных стран. Mən bir məqama toxunmaq. Çox az vaxtımız var, valideynlər problemi qəbul eləməlidirlər, uşaqlarının problemini qəbul eləməlidirlər. Əlavə gözləntilərə uymamalıdırlar ki, mənim uşağım normal uşaq kimi olsun, normal uşaq kimi olmalıdır. Valideyn bilməlidir ki, məsələn, görürsünüz, bu xanım uşağının ən kiçik, məsələn, bizə xırda gələn bir şeyləri ilə xoşbəxtdir ki, mən restorana gedirəm, nəsə ona da yumuşaq bir şey sifariş edə bilirəm və o yeyə bilir. Çünki o valideyn onu qəbul edib, uşağının problemini qəbul edib. Söhbət Slovakiyadan gələn valideyndən gedir, əziz tamaşaçılarımız, Bəli. Ona görə də uşağının hər problemini qəbul edən valideyn ən kiçik uğuru belə onun üçün dünyalara bərabər olur. Necə ki, biz onu bu xanımda görürük. Ki, o, yəni demirək, daha yaxşı olsun, daha yaxşı olmalıydı. Kiçik bir uğuru belə onun üçün, yəni dünyalardır, ona da sevinir ki, nə yaxşı, mən neçə olmasa 2 saat ərzində evdən çıxanda rahat ola bilirəm.
Bəli. Yəni bunun özünü də o bir qənimət hesab Bəli, edir. xoşbəxt Amma hiss bizdə edir. təəssüflər olsun ki, yəni bəzən də çox da bəzən də çox vaxt valideynlər olur ki, onlar qəbul eləyə bilmirlər. O xırda uğurları da belə görə Yəni bu dünyanın bilmirlər. bütün ölkələrində belədir. Bəli. Qəbul edə bilməyən valideynlər var. İstəyirəm Bəli. də. İndi ailələrdə də məsələn, ailələr öz problemlərini hər zaman uşaqlarının üstünə gətirməyə çalışırlar. Yəni elə bil ki, öz hirsini, öz acığını uşaqlarından çıxmaq istəyirlər. Məsələn, ailə boşanıbdır. Ailələrdə o boşanma hadisəsindən uşaqları manipulyasiya eləyərək uşağın üstündən, uşaq da ondan zərər çəkir. Yəni bax bunları heç vaxt eləməsinlər. Uşaq həm ataya, həm anaya daim ehtiyacları var. Onlar sizin probleminizi var, qoyun bir tərəfə. Amma uşaq üçün elə eləmək lazımdır ki, o problemlər heç vaxt belə gündəmdə olmasın. Bir də İradə xanım, bir şey vurğulayacağım mən ушахларын. Вы очень сильная мама. Что-то хотите сказать родителям? Во-первых, я себя сильно не считаю, как и многие другие мамы, считаем. потому что я бываю очень слабой, правда, наедине с собой. Görürsünüz, mən deyir, özümü deyir. Вы свою жизнь как-то смогли прожить с мужем или, например, с родственниками и так далее? Слава богу, мы выстояли, вот уже почти 4 года мы живем в новой реальности, мы учимся жить вопреки всей этой ужасной ситуации, которая с нами случилась. Иногда вы сами тоже сможете вот Tərcüməsi ilə gedin, az vaxtımız var. Куда-то сходить одна, с кем-то оставить ребенка. Siz deyir, öz həyatınızı sanki yaşamırsınız da, siz deyir o uşağı kiminsə, məsəl üçün qohumların yanında, kiminsə yanında qoyub, özünüz deyir, harasa deyir, getmək belə valideynlər yaxşı olardı ki, öz həyatlarını az da olsa yaşasınlar. Öz həyatlarını, aha. Нужно обязательно, потому что если внутри у мамы пустота, то она ничего не может дать ребенку. К счастью, у нас, несмотря на отсутствие няни, бабушки, у нас все за границей, родственники. Bizim deyir, bütün qohumlarımız deyir, nənə, baba yanımızda deyil, deyir, başqa xarici ölkələrdə yaşayırlar. Ona görə deyir, ana olaraq ancaq deyir, nənəm deyir, bütün əziyyəti çəkər. Иногда и на целый день, прямо отвлечься, уехать. Nə yaxşı ki və həyat yoldaşına, baxın, ailə budur da, görürsünüz, bir yerdə deyir, biz çalışırıq ki, bu uşağın bütün problemləri aradan qaldıraq. Он полностью может ухаживать за ребенком. Muş помогает вам. Да, абсолютно, наравне со мной он умеет все, за что я ему очень благодарна. Mən deyir, ona təşəkkür edirəm. Остается только принять вот эту Yəni, xanım da o sözü deyir ki, bunu qəbullanmaq lazımdır. Qəbul eləmişik. Çünki qəbullanmaq o deməkdir ki, bəzən valideynlər çox zaman düşünür ki, əgər uşağın belədirsə, həyatın sonudur. Yəni, uşağının belə probleminə baxmayaraq, özü də öz həyatının digər sahələrində də mövcud olmağı bacarmalıdır. Ki, valideyn yüklənməsin. Bax, belə xüsusi qayğıya ehtiyacı olan bir uşağı bir ailə götürüb onun qayğısına qalır və o ailə o qədər öz də bilirlər ki, bu uşaq iflicdir da. Amma onu götürüblər, o uşağa o qədər gözəl qayğı göstərirlər ki, o nə qədər yaşayacağını da bilmirlər də. Amma çox təəssüf, çox belə sevindirici haldır ki, o valideynlər də o uşağı götürən o insanlar deyir, o qədər sevinirlər, ona o qədər qayğı göstərirlər. Baxın, və son dəqiqələrimizdir, Yosifə xanımın da son olaraq valideynlərimizə bir müraciəti var. Buyurun. Вы знаете, я как бы вот поскольку общаюсь с такими родителями, я знаю, сколько всего они проходят. И тут можно только как-то вот попробовать поддержать, посоветовать, может быть, действительно не зацикливаться на этой ситуации, все равно продолжать жить. Поначалу это непросто, но если к этому стремиться, то как бы эту ситуацию удается пережить. И, в общем, скажем так, семья может продолжать жить уже, относительно нормальной жизнью. Yəni, ailə deyir, bu problemə ilişib qalmamalıdır. Öz həyatını da yaşamağı bacarmalıdır. Təşəkkür edirəm. Təşəkkür edirəm. Hər birinizə proqramımızın sonudur, əziz tamaşaçılarımız. Çox sağ olun, təşəkkür edirəm. Və Slovakiyadan gələn bizim anamızın da, qonağımızın da övladına can sağlığı arzu edirəm. Yosifə xanıma, David bəyə can sağlığı arzu edirəm. Bu uşaqların qulluğundadır. Ramidə xanım, sizin o Orvita evinizdəki balalara can sağlığı arzu edirəm. Komandanıza can sağlığı arzu edirəm. Minnətdaram hər birinizə mərməzlərim. Belə öz-özünə müğayyət olun. Sabah eyni saatda çıxış yolunda biz buradayıq. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yoluna baxdınız.